saxraniyyə getməyib. Niyəsə bilmirəm. De baxaq. Sonra burada da həmin o bayaq dediyimiz məqamlar qeyd olunur. Yəni sualın cavabını bilmiriksə, o zaman sualın dəqiqləşdirilməsi, sonra cavabla geri dönməsi haqqında danışılır burada da. Görürsünüz, burada da deyir, bu ilk baxışdan müəllimin nüfuzunu aşağı salmaq və onu şagirdin gözündə etibarsızlandırmaq kimi görünsə də, əslində şagirdlərə heç də hər bir şeyi bilmədiyimizi, mümkün olmadığını, daim axtarışda olmalı olduğumuzu, hər kəsin, həmçinin müəllimin də daim araşdırdığını, öyrəndiyini göstərəcək və sinifdə ömür boyu öyrənmə nümunəsi yaradacaqdır. Yəni, biz belə daima öyrənmə mövqeyində olmalıyıq. Sinifdə müzakirə prosesinin təşkili, siz bunu demək olar ki, hər dərsdə və dərsin müəyyən mərhələlərində həyata keçirirsiniz. Sual-cavab şəklində də edirsiniz bunu. Verilən tapşırıqların müzakirəsi təqdimatı zamanında edirsiniz. Və burada sosial öyrənmə nəzəriyyəsinə əsaslanır. Niyə? Biz nəzəriyyəni keçəndə də görəcəksiniz. Sosial öyrənmə nədir? Yəni mühitdə, çoxluqda öyrənmə, yoldaşları ilə birgə öyrənmədən gedir söhbət. Sonra, demək, digər bir məsələ. Bəzən sinifə girirsən müzakirələr zamanı baxırsan ki, hayküy var, biri var işgüzar hayküy var, biri var xaotik hayküy var. Yəni gərəksiz, lazımsız hayküy, söhbət etmək, tamamilə mövzudan kənar məsələlərlə danışmaq və s. Ona görə də müzakirə mövzularınızı, müzakirə suallarınızı öncədən planlaşdırmaq, öncədən seçmək, əlinizin altında, dəftərinizdə, vərəqinizdə saxlamaq lazımdır. Həmçinin müzakirə qaydalarını bəri başdan müəyyən etməyinizdə də fayda var. Sinifin idarə olmasına da biz buna toxunacağıq, bu xaotik səs-küy yaranmasın deyə. Və burada da qaydalar göstərilir. Məsələn, bir-birinizin ideya və fikrinə hörmətlə yanaşın. Başqalarının dediklərini dinləyin və refleksiya edin. Müzakirəni qarşı tərəfin dedikləri üzərində qurun. Bir-birinizi dəstəkləyin və cəlb edin. Anlamadığınızda sual verin. Razılığa gəlməyə çalışın. Sakit danışmağa üstünlük verin. Sinif müzakirələrdə hamının bərabər dərəcədə söz demək haqqı var. Yəni, bəzən olur ki, bir uşaq dayanmadan müəllim mən deyim, bütün sualları ilə o cavablandırmağa çalışır. Müəllimin də hər dəfə onu qaldırması da doğru yanaşma deyil. Müzakirələrin müxtəlif müzakirə üsulları var ki, biz də indi birazdan iş üsullarını keçəndə buna toxunacağıq. Akvarium müzakirə üsuludur, Sokrat dialoqudur, dəyərli masadır, zigzaqdır, müzakirə xəritəsidir, sinektikadır və s. Bunlar, bu iş üsulları haqqında da daha ətraflı biz sizlə danışacaq. Sonra, fəal dinləmə mövqeyinin olması. Əslində, fəal dinləmə mövqeyi olmasa, müzakirə də uğursuz alınır. Çünki söhbətin nədən getdiyini tam olaraq şagird dərk etmir. Əgər fikir dağınıqdırsa, fikir yayınıqdırsa, yenə də fəal dinləməyə sizlər şagirdlərinizi yönətməlisiniz. Ki, fəal dinləmədə də nələrə diqqət edəcəksiniz. Demək, dinləmə bacarığı insanın malik ola biləcəyi ən vacib bacarıqlardan biridir. Məsələn, son vaxtlar görürsünüz, son illər, məsələn, uşaqlarda dinləyib anlama bacarığının formalaşdırması. Əvvəllər bu dinləyib anlama bacarığı formalaşdırdıq oxu dərslərində, dil dərslərində. İndi isə artıq bu son illərdir ki, bütün dərslər üçün zəruri olduğu pedaqoqlar tərəfindən sübuta yetirildi. Necə? Məsələn, tutalım ki, əvvəllər düşünürdülər ki, hər hansısa bir hekayənin nağılı uşaq dinləmə mövqeyində olmalıdır, fəal dinləməlidir ki, həm öz-özünü dinləmək oxuduğu halda, fikir dağınıq olmamaq. Kimsə bir də görürsən, oxuya gedir, amma bəzən bizim özümüzdə fikrimiz başqa yerdə olanda oxuyuruq, sonra deyir, nə oxuduğumuzu anlamadıq və yaxud səs-küy olanda, misal üçün, mən nə oxuduğumu anlamıram, gərək sakit bir mövqedə olsun. Burada da, şagirddə də bu hallar baş verir. Fəal dinləmə mövqeyi olmadıqda, onlarda onun dərk edilməsi, məzmunun, söhbətin nədən getdiyi də qaranlıq qalır. Fəal dinləmə mövqeyi həmçinin niyə digər dərslərdə də vacibdir? Ümumiyyətlə, oxuyub anlamanı inkişaf etdirmək. Olsun riyaziyyat, olsun fizika, olsun kimya, olsun informatika. Qarşısında hər hansısa bir sual varsa, şagird o sualı, məsələni oxuyub anlamırsa, oxuduğunu əgər dərk etmirsə, anlamırsa, o zaman o tapşırığı cavablandırmayacaq. Cavablandırmaqda çətinlik çəkəcək. Bax, bu baxımdan da fəal dinləyici mövqeyini formalaşdırmaq da vacib məsələlərdəndir.
Demək, biz nə üçün dinləyirik? İnformasiya əldə etmək üçün, informasiyanı anlamaq üçün, informasiyanı öyrənmək üçün və s. Sonra fəal dinləyici olduğunu nümayiş etdirmək üçün hansı verbal və qeyri-verbal fəaliyyətlər var? Diqqəti danışana yönəltmək. Burada əsas məqamlardan biri göz təmasının qurulmasıdır. Yəni, siz şagirdi dinlədikdə və yaxud şagirdlər bir-birini dinlədiyini müşahidə etdikdə, kənardan baxanda da siz onu hiss edib görəcəksiniz. Bəzən biz kiminləsə söhbət etdikdə, nəyisə müzakirə etdikdə sağa sola baxır və yaxud baxırsan ki, fikri hardadsa, gözləri bir nöqtəyə zillənir və s. Və biz hətta bəzən deyirik ki, sən deyəsən heç məni dinləmirsən, ha? Demək, artıq biz onun mimikalarına, jestlərinə baxdıqda belə, onun bizi dinləyib dinləmədiyini anlayırıq. Qarşı tərəf həm söhbətimizin. Ona görə də şagirdlərdə də bu bacarığı formalaşdırmaq lazımdır ki, onlar da fəal dinləyiciyə çevrilsinlər ki, verilən sualları, verilən tapşırıqları tam olaraq dərk etsinlər. Burada da göz təmasının qurulmasıdır. Sonra fikri yayındıran heç nə haqqında düşünmək lazım deyil. Sonra beyində kontur arqument hazırlamaq. Yəni, qarşı tərəfin dediyinə sübuta yetirəcək və yaxud dəlillər, sübutlar və yaxud qarşı tərəfə deyiləcək qarşı fikir hazırlamaq beyində düşünün. Ətrafda diqqəti yayındıran məqamlara fikir verməmək, danışanın bədən dilinə qulaq asmaq. Bədən dili də nədir? Mimikalardır, jestlərdir, əl-qol hərəkətlərdir və s. Dinləməni necə nümayiş etdirə bilərik? Misal üçün, biz fəal dinlədə olduğumuzu nə ilə nümayiş etdirik? Mimika və jestlərimizdə, misal üçün, bəzən qarşı tərəf həm söhbətimiz heyrətləndirici bir şey danışdıqda qaşlarımız qalxır, göz bəbəklərimiz böyüyür, sonra başımızla təsdiqləyəcək hərəkətlər edirik, bəli, doğrudur və yaxud başımızı sağa sola çevirməklə demək, inkar edirik. Bax, bu cür mimikalar, jestlər, bu cür göz təması və s. bunlar hər birisi aktiv dinləməni nümayiş etdirir. Sonra, eyni zamanda aktiv dinləməni nümayiş etdirən bir məqamlar da parafrazların edilməsidir. Parafrazlar nədir? Parafraz, istəsəniz özünüz üçün qeyd edə bilərsiniz, burada yoxdur deyəsən kitabda. Məsələn, tutalım, qarşı tərəf hər hansısa bir sual verdi, şagirddən bir sual gəldi. Siz onu tam olaraq düzgün anlayıb anlamadığınızı demək, yoxlamaq üçün parafraz edirsiniz. Bəzən biz parafraz edirik. Məsələn, tutalım, bayaqları Cəmilə müəllimə hansısa bir fikir bildirdi. Deyirəm ki, Cəmilə müəllimə, mən düzmü başa düşdüm. Siz demək istəyirsiniz ki, biz bugünkü dərsin müəyyən bir vaxtını testlərin izahına sərf edək. Düzmü anladım mən sizi? Bax, bu artıq parafraz etməkdir. Cəmilə müəllimənin dediyini parafraz etməkdir. Və yaxud da bayaqları Afət müəllimə idi deyəsən, səhv etmirəmsə münasibət bildirən ki, bəs bizi top atəşinə tutarlar məktəbdə belə bir şey olsa, mən onun dediklərini qayıdıb yenə də onun özünə parafrazla, mən düzmü başa düşdüm, mən belə başa düşdüm ki, siz deyirsiniz ki, bu yanaşma bizim cəmiyyət, bizim təhsil sistemi, bizim mühit üçün uyğun deyil. Doğrudurmu? Qarşı tərəf də təsdiqləyirsə, mən artıq bilirəm ki, düz yoldayam. Yəni, qarşı tərəfin fikrini düz anlamışam və bu fikri mütləq şəkildə cavablandırmalıyam. Bax, bu da parafraz etmək deməkdir. Yəni, qarşı tərəfin fikirlərini düzgün anlamağımıza əmin olmaq üçün onun fikirlərini öz sözlərimizlə, öz başa düşdüyümüz tərzdə qarşı tərəfə təkrar etdirmək. Rəy verməyə gəldikdə, qeyd etdiyimiz kimi, rəylər konstruktiv olmalıdır və rəy verildiyi halda, burada da baxın, parafraz sözü var. Demək, yəqin bunu demək istəyirsiniz ki, sizi düzmü anlamışam, demək istəyirsiniz ki, bax, bu parafraz etmə də demək, doğru yöntəmdir. Bəzi məqamları aydınlaşmaq məqsədi ilə suallar vermək. Bunu nəzərdə tutursunuz. Siz filan məsələni deyəndə nə nəzərdə tuturdunuz? Periodik olaraq danışanın dediklərini ümumiləşdirmək. Beləliklə, dediklərinizi ümumiləşdirsək, belə bir nəticəyə gələrik ki, siz bu məsələlərə toxundunuz və belə demək istəyirsiniz. Mənə belə aydın oldu ki, sizin fikriniz budur və s. Yəni, bu şəkildə də dəqiqləşdirmələr aparmaq demək. Konstruktiv rəy satışa bilərsiniz. Konstruktiv rəy qurucu rəy deməkdir. Biz bunu biraz da dərindən keçirəcək qiymətləndirmədə, refleksiyada, rəylərin verilməsində. Konstruktiv rəy nədir?
Yəni uşağı həvəsləndirə biləcək. Məsələn, afərin, düzgün təhlil etmisən, təhlillərin nəticələrini də sən artıq ortaya qoymusan. Artıq sənin əlində yetərincə öz fikrini sübut edəcək dəlillərin var. Misal üçün, bax bu konstruktiv rəydir. Aydındır mı? Yəni müsbət rəy, belə deyək də. Yox, sən düz demədin, otur aşağı. Artıq bu destruktiv rəydir. Aydındır? Bu destruktivdir. Bayaq effektiv rəy var idi məndən. Effektiv rəy ilə konstruktiv rəydir. Yəni effektiv rəy dediyimiz artıq verdiyimiz rəylər təbii ki, uşaqda müsbət, yəni effektlər ortaya çıxaracaq. Yəni onu oxumağa, öyrənməyə, müzakirələrə biraz da cəlb edib həvəsləndirəcək. Biz bunların haqqında danışacağıq. Gəlin biz digər mövzuları bura qatmayaq. Görürsünüz, mən burada iş üsullarının üzərindən də sadə şəkildə keçirəm, vurğulayıram ki, biz bu mövzunu indi birazdan keçəcəyik. Bax, dediklərinizin hamısını cəmləməlmə biz qiymətləndirmədə keçəcəyik. Rəylərin, pozitiv rəylərin verilməsi, konstruktiv rəyin verilməsi, bunların hamısını biz deyəcəyik, narahat olmayın. Danışanın sözünü kəsməmək. Bu da vacib məqamlardandır. Dediyim kimi, biz indi sinifin idarə olmasına da deyəcək, sinif qaydaları öncədən təyin etsəniz və bunu istəsəniz lövhə şəklində də divardan asa bilərsiniz, göz önündə ola biləcək bir yerdə və yaxud qaydaları da bərbaşdan şagirdlərin nəzərinə əvvəldən. Amma qaydalar nə vaxt çatdırılır şagirdlərin nəzərinə? Dərs ilinin əvvəlində. Ya tərtib olunur, asılır divardan və yaxud da şagirdlərin bərbaşdan nəzərinə çatdırır. Artıq onlar ilə hər dərs mən xatırlamağa gərək qalmır. Və bu qaydaları da demək, şagirdlərin özü ilə tərtib etmək çox müsbət bir, belə deyək də, nəticə verir. Çünki heç vaxt şagirdlər insan ümumiyyətlə öz yaratdığı qaydaları heç vaxt pozmağa çalışmır. Onu qoruyub saxlamağa çalışır. Biri var bu müəllim tərəfindən, biri var müzakirələr şəklində. Deyirəm ki, dərsin əvvəlində bu dediyim kimi dost mövqeyindən yanaşdıqda elə ilk dərsdən. Uşaqlar, gəlin qaydalar tərtib edək. Sizcə burada hansı qaydalar olmalıdır? Müzakirə vaxtı nələrə diqqət etmək və s. İpuçları verirəm, uşaqlardan fikirlər gəlir, biraz o fikirlərin sağını solunu belə deyək, qədləyirik, rəndəliyirik, gətirib konkret qaydalara çevirərəkdən özümüz üçün qeydlər aparırıq. Danışanın sözünü kəsməmək də bu qaydalardan biridir. Sonra bu həm danışanın sözünü kəsməmək, həm belə deyək də, müəllim, həm də şagirdlərdə formalaşmalıdır. İmkan vermək lazım ki, danışan fikrini tamamlasın. Danışan sözünü tamamladıqdan sonra ona sual vermək və ya müdaxilə etmək. Yenə də kontrargument gətirmək üçün uyğun zamanı gözləmək. Yəni, mən də öz fikirlərimi sübuta yetirmək üçün öz dəlil və faktlarımı, kontrargumentləri təqdim etmək. Cavab vermək mədəniyyətini nümayiş etdirmək. Cavab vermək mədəniyyətini nümayiş etdirmək, yəni sən düz demədin. Uşaqlarda da bunu formalaşdırmaq lazımdır ki, müəllim o düz demədi. Yanlış olan heç nə yoxdur. Biz o uşağın yanlışından belə doğruya yönələ bilərik. Mütləq onun içərisində bir ipucu tapıb, nə iləsə əlaqələndirə, çox cüzi də olsa, iynənin o dəliyi boyda da olsa, biz onunla yola çıxıb, yəni doğru mövqeyə gedə bilərik. Cavab verərkən səmimi dürüst olmaq, öz fikrini müdafiə edərkən başqasını təhqir etməmək, səs tonunu gözləmək, fikir ifadə edərkən aqressiv intonasiya ifadə etməmək, bunlar vacibdir və çox önəmlidir. Empatiya nümayiş etdirmək, yəni özümüzü qarşı tərəfin yerinə qoymaq və bu empatiya hissini biz pedaqoji nəzəriyyələrdə də keçəcəyik bununla bağlı. Demək, qarşı tərəfə empatiya ilə yanaşmaq, yəni onun halını anladığımızı nümayiş etdirmək və mən özüm hər kəsə sinif mühitində empatiya ilə yanaşsam, uşaqlar da məndən götürəcək baxıb. Mən hər kəsə diqqətlə dinləyib, afərin, çox gözəl və s. hər zaman konstruktiv rəylər versəm, həvəsləndirici rəylər versəm, uşaqlar da məndən baxıb götürəcək. Yəni, burada artıq müəllimə özü bir sinifdən real model, yəni bu yanaşmanın modeli rolunda çıxış edir. Kənardakılar da ona baxıb ondan götürəcək. Yəni, bir növ şagirdləriniz də sizin etdiklərinizə baxıb sizi yamsılayacaq. Əgər diqqət edirsinizsə, bu ibtidai siniflərdə çox belə qabarıq şəkildə gözə çarpır. Aqressiv, haylı-huylu müəllimin heç qarşılaşmışsınızmı? Şagirdləri də aqressiv və haylı tüylü olur. Səliqəli müəllim, mehriban danışan, şirindil uşaqlar da elə olur. Bir-birinə
dost deyir, dost kimi, can deyib can eşidirlər. Yəni hansı mühitdə nəyi formalaşdırsanız, yəni o da qarşınızda olacaq. Atalar misalı nə gedirsən aşına, o da çıxır qarşına məsələsi. Bu ailədən başlayır da. Ailə sakit olanda uşaq da ailədən başlayır, düzdür, təməl ailədən qoyulur. Həmçinin bunun digər biz pedaqoji nəzəriyyədə də keçəcəyik şəxsiyyətin formalaşmasında. İnsanın genetik bağları məsələsi də var. Heç uşaq hələ dünyaya gəlmədən onda mövcud olan hələ ana bətnindəkən bəzi xarakterlər və s. Amma yenə də məktəb çox önəmlidir. Yəni bu qeyd etdiklərimizi formalaşdırmaqda çox böyük rolu var. Çünki şagird əgər o şagirdin zamanını 3 hissəyə ayırsaq, bir hissəsi ev, bir hissəsi məktəb, bir hissəsini isə özünün şəxsi qurduğu zaman, məkan, bu dostları ola bilər, dərslikləri ola bilər, dərs həll etmə zamanı ola bilər, dərs vermə və s. Oynama zamanı ola bilər. Ona görə də yəni 3-dən 1 hissəsini məktəb təşkil edirsə uşağın məktəbdə oxuyduğu müddətdə 11 il boyunca. Demək, məktəbin rolu burada çox böyükdür. Və burada da Məncə əlaqəni sırf məktəb formalaşdırır. İbtidai sinif müəllimə çox düzgün vurğuladı onu. O tərbiyə uşağın özünü aparmağa başqa münasibət, yoldaşlıq münasibətini sırf ibtidai sinif müəllimləri formalaşdırır. Hətta o formalaşır bağçadan. Ən çox ibtidaidə niyə? O uşaqlar arasında biraz dərk edirlər. Axı mənim, sənin, məsəl üçün sinif arasında birinə üstünə çox gedirlər, birini gözüm çıxdıma salırlar, biri əziz şagird olur. Bax, belə hallar çox olur ibtidai sinifdə, o ibtidai dönəmində. Tam razıyam. Eyni zamanda da şagird davamlı olaraq ev, ailə kimi biri var. Sinifdən sinifə, müəllimdən hər 45 dəqiqədə müəllim dəyişsin. Biri var eyni bir mühitdə, eyni bir müəllimin nəzarətində, eyni bir müəllimin nitqini dinləyir. O mühit dəyişmir. Orada daha tez, daha çox, yəni orada olanları götürür, orada olan mühitə daha çox uyğunlaşır. Ona görə mühit də düzgün qurulmalıdır müəllim tərəfindən. Sonra, demək, burada da empatiya hissinin formalaşmasından da danışır. Demək, empatiya hissinin formalaşması üçün bir nümunə verib burada. Dinləyənin, mən çox təəssüf edirəm ki, siz belə bir problemlə qarşılaşmışsınız. Gəlin birlikdə bunu necə həll edə biləcəyimizi müəyyənləşdirək kimi qarşılıqlı münasibəti ifadə edən cümlələri danışana müsbət təsir edə bilər. Və artıq həm qarşılıq tərəf mənim aktiv, fəal dinləmə mövqeyində olduğumu görür, həmçinin tək olmadığını hiss edir. Yəni, sanki bir dəstək, dayaq hiss edir müəllim tərəfindən, həmin auditoriya olduğu mühit tərəfindən. Yəni, bunlar da vacib və önəmlidir. Şagirdin özgüvənini artırmış olur. Şagirdlərdə əməkdaşlıq bacarığının formalaşdırılması. Bəzən olur ki, müəllim sinif mühitində dostluğu deyib düşmənçiliyi möhkəmləndirir, özündən asılı olmayaraq fərqinə varmadan. Bu da necə baş verir? Deyək ki, baxır ki, uşaq əli ilə bəli tutalım küsülüdür o sinifdə. Və onları barışdırmağa çalışmaq əvəzinə, onları davamlı eyni mühitdə salmaq əvəzinə ki, bunlar da artıq orada görsünlər ki, bu mümkünsüzdür bu vəziyyətin davam etməsi. Güya heç fərqinə varmıram, güya heç xəbərim yoxdur kimi adi qaydada bir yerə. Yox, o deyir ki, müəllim, mən Vəlidən küsmüşəm, mən onunla bir qrupda olmaq istəmirəm və s. Hə, yaxşı, onda sən keç bu qrupa. Bu, artıq onların arasında olan o qopmuş bağları biraz da bir-birindən uzaqlaşdırmağa çalışır. Və bəzən bu mövqe, bu yanaşma yuxarı siniflərə qədər davam edir. Uşaqların keçid devrində, emosional gərgin olan devrində daha qabarıq şəkildə üzə çıxır ki, bu da gəlir çox mənfi nəticələrlə üzləşir. Şagird də, məktəb də, müəllim də. Ona görə bu məsələlərdə diqqət etmək vacibdir. Sonra, əməkdaşlığa yönəlik öyrənmək 2 və daha çox şagirdin ortaq məqsədə təlim nəticələrə çatmasıdır. Çünki cütlərlə də tapşırıq verdikdə əməkdaşlıq var. Fərdidə dediyimiz kimi müzakirələr zamanı ancaq əməkdaşlıq baş verir. Cütlərlə işdə əməkdaşlıq var, qruplarla işdə əməkdaşlıq var, müzakirələrdə əməkdaşlıq var. Yenə də burada Vygotskyinin sosial inkişaf nəzəriyyəsinə toxunulur. Sonra Banduranın sosial öyrənmə, yəni müşahidə yolu ilə yoldaşlarına baxaraqdan bir mühitdə və yaxud müzakirələr zamanı onların nitqinin izlənməsinin zamanı formalaşan bilik və bacarıqdan gedir söhbət.
ki biz nəzəriyyələr haqqında danışanda da yəni buna geniş yer verəcəyik. Sonra yəni nəzəriyyəçilərin sayı çoxdur. Bunları sadalamaq sizə lazım olmayacaqdır. Sonra əsas məqamlardan. Bir də hər hansısa bir əməkdaşlıq fəaliyyəti məqsədyönlü şəkildə strukturlaşdırılmalıdır. Yəni bir plan daxilində iştirakçıların qruplaşdırılması, məqsədin aydınlaşdırılması, məsuliyyət bölgüsü, tapşırıqların çatdırılması və qiymətlənmə meyarlarının verilməsi təmin edilməlidir. Siz də bunu yenə də axşamdan gündəlik tutanda, sabah keçəcəyiniz dərsin strukturunu quranda artıq sizin orada bir qeydləriniz var planlaşdırmanızda ki, siz sabahları dərsin hansı mərhələsində, hansı üsuldan, hansı formadan istifadə edəcəksiniz. Ola bilsin ki, dərsin əvvəlində müzakirə üsulundan istifadə etdiniz. Dərsin müəyyən bir hissəsində cütlərlə işlətdiniz. Bir başqa hissəsində qruplara bölüb işlədəcəksiniz. Artıq o sizin özünüzün yanaşmanızdan asılıdır. Qrup tərkibinin müəyyənləşdirilməsini də necə müəyyənləşdirirsiniz? Qruplarda şagirdlərin optimal sayı. Homogen qruplar və heterogen qruplar. Homogen qruplar və heterogen qruplar nədir? Özünüz üçün istəsəniz qeyd edərsiniz. Bununla da bağlı sizə suallar düşə bilər. İlkin addım kimi əməkdaşlığa cəlb ediləcək şagirdlərin qruplaşdırılmasını təşkil etmək lazımdır. Tədqiqatlar göstərir ki, əməkdaşlıq üçün qrupların 3-5 nəfərdən ibarət təşkil edilməsi daha effektivdir. Nəinki daha çox şagirdlər. Bəzən sinifdə çox şagird olur, müəllim götürür, tən yarıya bölür, 4 dənə qrup yaradır, misal üçün 5 dənə qrup yaradır, hərəsinə 7-8 şagird. Kimsə başının üzərindən boylanmaqla, yəni bu qrup deyil. Maksimum, demək minimum 3 qruplarda. Çünki 2 nəfər olanda artıq bu cütlərlə işdir. Artıq 3 və 3-dən yuxarı olduqda qrup işi sayılır. Amma çalışın ki 5, ən belə kritik halda 6 nəfər. Yəni 7-ci şagirdi ora daxil etdikdə artıq burada bir xaos yaranacaq. Yəni uşaq demək olar ki başa düşməyəcək və yaxud əsas müzakirələrə cəlb olunmayacaq. Sonra saydan əlavə şagirdin bilik bacarıqları onlar arasındakı ünsiyyət diqqətdə saxlanmalıdır. 2 dəqiqə yoldaşlar, özürlü sayın. Demək, qrupların tərkibi homogen və heterogen olmaqla müəyyənləşdirilə bilər. Homogen və heterogen nədir? Özünüz üçün orada istəsəniz xəttə çəkə bilərsiniz. Homogen oxşar xüsusiyyətli şagirdlərdir. Heterogen də müxtəlif xüsusiyyətli şagirdlərin qruplaşdırmasıdır. Yerinə görə tapşırığa, müəllim məqsədinə hər ikisindən də istifadə etmək olar. Yəni eyni xüsusiyyətə malik olanları da bir qrupda toplaya bilərsiniz. Heterogeni də ayrı, müxtəlif xüsusiyyətləri də ayrı toplaya bilərsiniz. Və yaxud da eyni qrupda həm homogen, həm də heterogen şagirdləri birləşdirə bilərsiniz. Misal üçün, tutalım ki, belə deyək də, məsələn, məntiqləri güclü olanlar, humanitarı güclü olanlar, riyaziyyatı güclü olanlar, texnologiya meyilli olanlar, misal üçün. Bu şəkildə. Və yaxud da qarışıqda. O artıq sizin öz məqsədinizdən asılıdır. Məsələn, tutalım ki, daha sadə dildə desəm, layihə dərslərdə daha çox bu yanaşmaya diqqət olunur. Düzdür, siz burada adını qoymasanız da, amma bu şəkildə qruplaşdırmalarınız olur. Amma sən demə biz nə edilmişik? Bu şəkildə yanaşma ilə homogen və heterogenə ayırmışıq. Məsələn, layihə dərslərdə tutalım ki, siz qruplar formalaşdırırsınız ki, bu şagirdlərin jurnalistika bacarıqları çox güclüdür. Müsahibə almaq, mətnlər hazırlamaq, onları nəşr etmək və s. Siz olacaqsınız bu layihədə tədqiqat və belə deyək də, jurnalistika
qrup olacaqsınız. Məlumatları, informasiyaları toplayacaqsınız, onları nəşr edəcəksiniz, təhlillərini aparacaqsınız. Filankəs. Siz informatikadan proqramlaşdırma, bu yaradacağınız robotun proqramını quracaqsınız. Konstruksiyasını bir digər qrup. Bax, burada artıq siz nə edirsiniz? Həmin vurğuladığımız kimi oxşar xüsusiyyətli şagirdləri, homogenləri bir yerə yığırsınız. Sonra heterogen, müxtəlif xüsusiyyətli olanları da belə deyək, qruplaşdırırsınız. Artıq bu sizin yenə də qeyd etdiyim kimi məqsədinizdən asılıdır. Yəni, nə etmək istəyirsiniz? Hansı təlim nəticəsinə çatdırırsınız uşaqları? Ona görə də siz onları uyğun şəkildə qruplaşdırırsınız. Amma hər dəfə bu şəkildə oxşar xüsusiyyətləri deyil də qarışıq da etmək lazımdır mütləq şəkildə. Sonra müəllim vəziyyətə görə gah heterogen, gah da homogen qruplar təşkil edə bilər. Əsasən tövsiyə olunur ki, qruplar heterogen, yəni qarışıq olsun. Müxtəlifliyi təmin etmək üçün təkcə akademik göstəricilər yox, digər xüsusiyyətlər, səriştələr, maraqlar, xarakterlər, gender yanaşması və s. bunları da nəzərə almaq vacibdir. Heterogen qruplarda bütün şagirdlərin iştirakını təmin etmək üçün zigzag üsulu effektiv üsullardan biridir. İş üsuluna biz toxunanda da özünüz də görəcəksiniz. Bununla yanaşı sırf akademik xüsusiyyətləri nəzərə almaqla homogen şəkildə bölgü aparmaq da olar. Yəni, eyni akademik göstəricilər, bayaq burada vurğuladığımız kimi olan uşaqlar arasında əlaqələrin qurulması. Sonra, demək, effektiv əməkdaşlıq şəraitində təlim nəticələri aşağı olan şagirdlərdə müsbət irəliləyişlər baş verir. Çünki onlar o sosial mühitdə Vygotskyinin yanaşması ilə təbircə desək, bir-birindən artıq öyrənmiş olurlar. Amma bu effektiv təşkil olunmazsa, effektiv təşkil olunmadığı halda həmin uşaqlar kənarda qalacaqdır. Sadəcə onlara kənardan həmin qruplarda prosesə baxmaq qismət olacaq ki, o da artıq onlar üçün prosesə cəlb olunmadıqları üçün maraqsız olacaq və yenə də kənarlaşma mövqeyində olacaqlar. Ona görə də qruplar yaradıldıqda, tapşırıqlar verdikdə, müəllim sinifdə, qruplar arasında gəzərəkdən bütün şagirdlərin aktiv fəaliyyətini həm təmin etməlidir, həm də kənarda qalan uşaqlarsa onlar da müxtəlif yollarla prosesə cəlb etməlidir və yaxud qrup içərisində xüsusi tapşırıqlara yönətməlidir ki, o da artıq mütləq şəkildə bu məzmunla məşğul olsun, yəni boşda dayanmasın. Sonra digər vacib məqam qiymətlənmə meyarlarının müəyyən edilməsidir. Biz bunu öncə də demişdik ki, həm təlim nəticələri uşaqların nəzərinə çatdırılmalıdır, həmçinin qiymətləndirmə meyarları ki, baxın uşaqlar, biz sizi bu məsələlərə görə qiymətləndirəcəyik. Uşaq artıq başlayacaq diqqətli olmağa. Gözlənilən təlim nəticəsinə uyğun qiymətləndirmə və əməkdaşlığın effektivliyinin qiymətləndirilməsi. Dediyimiz kimi, biz bu məsələyə artıq toxunmuşduq və meyarları da təqdim edəndə, tərtib edəndə, necə ki biz təlim nəticəsini tərtib edəndə hardan götürürük təlim nəticəsini? Standartdan, düzdürmü? Standart məndən dövlət hansı tələbi qoysa qarşıma, mən təlim nəticəsi, yəni bu 45 dəqiqə təlimin nəticəsi də o standartın reallaşması olmalıdır. Təlim nəticəmi ona uyğun demək, qeyd etməliyim. Həmçinin də təlim nəticəsinə çatdığımı yoxlamaq üçün həmin məzmuna uyğun suallar tərtib etməliyim. Sonra rubriklər haqqında biz yenə də qiymətləndirmədə geniş söhbət açacağıq. Burada da bir balaca bu haqda məlumat verilibdir. Demək, müəllim fasilitator kimi gözləntiləri, meyarları aydın formada təqdim etməklə əməkdaşlıq səriştələrinin düzgün formalaşmasını diqqətdə saxlamalıdır. Burada da yenə rubrikdən söhbət gedir. Rubrikdən istifadə etməklə müəllim aşağıdakı suallara cavab tapa bilər. Şagirdlər birlikdə məhsullar işləyə bilirlərmi? Şagirdlər qarşılıqlı hörmət nümayiş etdirirlərmi? Şagirdlər qarşılıqlı güzəştə gedə bilirlərmi? Əslində siz bunları müşahidə nəticəsində, formativ qiymətlənmə nəticəsində də görəcəksiniz. Zaten metodikası güclü olan müəllim tapşırığı verib gedib oturub orada jurnal yazmır. Öz işlərini görməklə məşğul olmur. Gündəlik işləmir növbəti gün dərs mühitində. Ki, uşaqlar, mən sizə 5 dəqiqə vaxt verirəm, sakitcə işləyib, mən də jurnala qeydlərimi götürüm və yaxud nəyəsə yazım, pozum. Bu düzgün yanaşma deyil. Uşaq da bilməlidir ki, daima müşahidə altındadır, yaxşı mənada. Daima yaxşı mənada nəzarətdədir. Yoxsa o mənada deyil ki, müəllim bizə tərs-tərs baxır, bu dəqiqə qışqıracaq, vuracaq, gəlin qrup işimizi tez yerinə yetirək.
Yəni uşaq müsbət mövqedən yanaşmalıdır bu müşahidə məsələsinə də. O da sizlərdən, bizlərdən asılıdır ki, müəllim burada öz mövqeyini necə qoyur. Yəni onlara yardım etmək, onları istiqamətləndirmək üçünmü ciddi müşahidələr aparır, yoxsa onlara qışqırmaq üçünmü? Bax, bu məsələ də önəmlidir. Sonra digər bir məsələ. Əməkdaşlığa yönəlik öyrənmək üçün məzmun müəyyənləşdirərkən seçici davranmaq lazımdır. Yəni, hər məzmunu qoymaq uşaqlarda həvəs yaratmayacaqdır. Həm sinfin səviyyəsini, həm mövcud olan problemi, əsas məzmunu nəzərə almaqla qoyduğunuz həmin problem, verdiyiniz suallar şagirdlər üçün həm düşündürücü, həm də maraqlı olmalıdır. Yəni, uşaqların diqqətini cəlb etməlidir. Onlarda o informasiyanı tapmaq, belə deyək, marağı oyatmalıdır. Və qoyulan problem, informasiya, verilən suallar yenə də şagirdlərin mövcud səviyyəsinə bir balaca çətin olmalıdır ki, uşaqlar düşünsün. Daha asan tapılan, yəni beyni, təfəkkürü, belə deyək, sərhədləri alır, bloklayır. Çünki dərin düşünməyə təşviq etmir. Sonra, bəzi hallarda burada da qeyd olunur, müəllimlər əməkdaşlıq tələb edən fəaliyyətlərdən qaçırlar. Bu isə sinifdə şagirdlərin inkişafını geri qoyur, sosial inkişafını geri qoyur, həmçinin təfəkkürlərini yenə də bloklamış olur. Müzakirələr zamanı biz daha çox öyrənmə mövqeyində oluruq. Sonra digər bir məsələ. Demək, biliklərin yadda saxlanması ilə bağlı tədqiqatlara əsasən deyə bilərik ki, fərdlər eşitdiyi informasiyanın 90%-ni bir ay ərzində unudurlar. Ona görə də qısa müddətdə çox informasiya məruz qalmaqdansa, daha seçici davranmaq, yəni əsas informasiyanın ötürülməsi və həmçinin daha yaxşı yadda qalmaq üçün birbaşa təcrübələrə, müzakirələrə, praktikaya, yəni uşaqların özü kəşf etməsinə nail olmaq. Hər hansısa bir təcrübə keçirmi? Qoyun onlar kinestetik olaraq toxunsun, özləri nədənsə istifadə etmək lazımdırsa, quraşdırsınlar, hər hansısa bir qurğunu quracaqlarsa fizikadan onu qursunlar, yaratsınlar. Yəni, prosesin öz içərisində olanda onlarda artıq o, belə deyək də, faktoloji bilik kimi deyil də, sadəcə bilgi formasında, informasiya formasında deyil də, praktik olaraq bacarıq kimi formalaşırsa, o onların yadında bir ömür boyu qalacaq. Sonra əməkdaşlığa yönəlik öyrənmədə müsbət təsirlər, yuxarı təfəkkür səviyyəsi, şifahi ünsiyyət, özünü idarə etmə və liderlik bacarıqlarının inkişafı, şagird müəllim, şagird qarşılıqlı fəaliyyətinin təşviqi, sonra şagirdlərin özünə güvən və məsuliyyətini artırmaq, hansı ki biz orada müsbət rəylərdən istifadə edirik, konstruktiv rəylərdən, bu da onlarda güvən və məsuliyyət hissində artırır. Müxtəlif mövqelər ilə tanış olma və düşüncənin inkişafı, sosiallıq və real həyat bacarıqları qazanmaq. Yəni, bütün bunların hamısı şagird yönlü mühitdə demək, formalaşa biləcək əsas məqamlardır. Bura qədər dediyimizlə bağlı hər hansısa bir sualınız var. Yəni, bu məzmun demək olar ki, tam olaraq sizin hər gün həyata keçirdiyiniz, bəlkə də ən rahat bildiyiniz bir məqamdır. Suallarda bir neçə dənəsini mən istəyərdim birlikdə baxaq. Suallar burada necə olacaq? 2-1-8 şagird yönümlü təlimin təşkili. Mən bir neçə dənəsini aydınlıq gətirəcəm, sonra özünüz bu testləri işləyəcəksiniz, yəni tam hazır informasiyonu ötürmək istəmirəm. Məsələn, baxaq birinciyə. Verilənlərdən hansı effektiv sinif müzakirəsinin təşkili ilə bağlı yanaşmadır? Müzakirəyə müxtəlif ideyaların formalaşdırılmasına xidmət edən suallarla başlamaq lazımdır. Doğrudur, yanlışdır? Doğrudur. Bəli, doğrudur. Çünki müzakirəyə elə başlamaq lazımdır ki, sualları elə qoyursunuz ki, müzakirə suallarını. Şagirddə müxtəlif ideyalar formalaşsın. Yəni, beyni bloklayan qapalı suallar olmasın. Mütləq müzakirədə suallarınız açıq olmalıdır. Azərbaycan paytaxtı haradır deyə deyil, Bakı, vəssalam, bloklandı təfəkkür. Buradan o yanası yoxdur, axı bir dənə cavab var. Limitlidir cavab.
2-3 dənə cavabı var və yaxud da limitli, yəni az sayda və yaxud konkret cavablar. Bunlar bloklayacaq təfəkkürü. Sualı qoyduqda daha düşündürücü. Yəni uşaqların özlərinin fikir ifadə edə biləcəyi müzakirə sualları qoyulmalıdır. Misal üçün Azərbaycan paytaxtı haradır deyil də, sizcə nə üçün Azərbaycanda bu qədər şəhərlər olula, məhz Bakı paytaxt seçilibdir? Artıq uşaq başlayacaq düşünməyə. Bunun hərbi mövqeyi mi güclüdür? Bunun coğrafi mövqeydənmi uyğundur? Bu nə üçün bu uyğundur? Fərqli fikirlər gələcək. Artıq beyin aktivləşəcək. Çünki burada bir cavab yoxdur, axı konkretlik yox. Ona görə də bu doğru variantdır. Sonra digərinə baxaq. Sinif müzakirəsi zamanı yalnız açıq tipli suallardan istifadə edilməsi məqsədə uyğun deyil. Düzdür. Mənə ona görə ki, çünki sonda qapalı sual verib müzakirə bağlanmalıdır. Ay, sağ olun. Yoxsa uzana gedər də bu. Bəli, tamamilə doğrudur. Sonda qapalı sual və yaxud da qapalı sual o zaman verilə bilər ki, artıq biz görürük ki, çay öz məcrasından çıxdı. Uşaqlar o qədər müxtəlif fikirlər danışdılar ki, və gəldi əsas məqsəd qaldı bu tərəfdə, biz artıq başqa yönə doğru gedirik. Kimisə söylədiyi fikrin ucundan tutmuşuq, onun da dalınca düşüb gedirik. Əsas məqsədimiz isə, təlim nəticəmiz isə qaldı kənarda. O zaman qapalı sual verməklə, yəni oradan biz məsələyə o tərəfini düyünləyib keçirik, qayıdırıq bu birisi tərəfə. Müzakirənin effektiv olması üçün şagirdlərin fikirlərini formalaşdırarkən yoldaşlarının cavablarına istinad etməməsi lazımdır. Doğrudur? Yoldaşına istinad etməsi. Yox, bu yanlış fikirdir. Çünki yoldaş düz deyə bilər də əslində. Bəli, istinad edə bilər, deyə bilər ki, filan yoldaşın dediyi kimi. Misal üçün, mən arası belə deyirəm, Cəmilə müəllimənin dediyi kimi, Afət müəllimənin dediyi kimi. Düzdürmü? Yəni, istinad etmək, bu da önəmlidir. Həm o kimin fikrinə istinad olunursa, o uşaqda özgüvən yaranmış olur. Həm adı çəkilir, biraz diqqəti toparlanır, fikir gəlir, dayanır yenə dərsdə, mövqe möhkəmlənir. Həmçinin də yəni vacibdir. Demək, burada yanlış C variantıdır. İndi yenə də gedək. Müəllim şagirdlərin müzakirədə fəallığını təmin etmək üçün geniş spektrli suallar verə bilər. Verə bilərmi? Az öncə dediyimiz kimi, düşündürücü və müzakirələr daha effektiv olması üçün. Sonra, müzakirə zamanı şagirdlərin cavablarından doğan sualları bütün sinifə ünvanlamaq olar. Doğrudur mu? Bayaqda dediniz bəli. Bayaqda olardı. Tamamilə doğrudur. İndi baxaq, misal üçün ikinciyə. Hansı fikirlər interaktiv təlimə aiddir? Şagirdlərin materialı nə qədər effektiv öyrəndiyi barədə müəllimə məlumat vermir. Vermirsə, yanlışdır mənim bu. Bəli, bu doğru fikir deyil. Şagirdin digər şagirdlərlə sonluğa diqqət edilmişə verir, vermir, uyğundur, uyğun deyil. Şagirdin digər şagirdlərlə və müəllimlə əməkdaşlığına əsaslanır. İnteraktiv aiddirmi bu? İnteraktiv təlimə. Əməkdaşlıq, şagird və müəllimlərin əməkdaşlığı. Var da interaktiv. Bəli. 2 aiddir. Sonra, dərsin gedişi müəllimin nəzarətində olduğundan, şagirdlərdə dinləmə bacarığını inkişaf etdirir. Bu da var. Yox, baxın. Burada daha çox, baxın nə deyir, müəllimin nəzarətində, bizdə axı interaktiv təlimdə şagird yönümlüyü daha çox vurğuluyuruq, düzdürmü? Hə, müəllimin nəzarəti burada var. Müəllimin nəzarətində, burada daha çox müəllim qabarıq şəkildə ortaya gəldi. Şagirdlər informasiyanı aktiv şəkildə qəbul edən tərəfə çevrilir. Şagird qabağa gəldimi burada? Şagird yönümlüdür. Bəli, bu da doğrudur. Sonra, şagirdlərdə problem... Üzr sayın bir dəqiqə. Yəni, burada müəllimin nəzarətində mənlə başa düşdüm ki, yəni müəllim həqiqətən dərsə nəzarət edir də, gedişinə. Müəllim nəzarət edir etməyinə, nəzarətdə saxlayır. Amma burada nə deyir? Dərsin gedişi müəllimin nəzarətində olduğundan
şagirdlərdə dinləmə bacarığı inkişaf etdirir. Müəllimin nəzarətdə olduğundan dinləmə bacarığı inkişaf edə bilməz. Dinləmə bacarığı inkişaf etdirən yanaşmaları biz bayaq vurğuladıq. Yəni mən ciddi nəzarət etməklə də, onlarda dinləmə bacarığı formalaşmır axı. Mən müəyyən qaydalar tərtib edə bilərəm. Biraz xaos yaranan bilirsinizdə, bu mən də baxmışdım ona görə. Yox, burada qaydaların qoyulması, yanaşmaların düzgün qoyulması olmalıdır ki, burada şagirdlərdə dinləmə bacarığı da inkişaf etsin. Bayaq qeyd etdiyim kimi, ola bilsən ki, dərs ilinin əvvəlində siz müəyyən qaydalar tərtib edib divardan asa bilərsiniz. Amma müəllimin nəzarəti olduğu anda dinləmə bacarığı müəllim üzünü o yana çevirən kimi dünya aləm deyəcək bir-bir. Şagirdlərdə problem həll etmə və tənqidi düşüncə bacarıqlarının formalaşmasına xidmət edir. Bəli, interaktiv təlim bunlara xidmət edir. Və burada doğru cavablar 2, 4 və 5-dir. Yəni, burada da suallar bu tipdədir. Qalanı da özünüz diqqətlə izləyərsiniz və yazarsınız. Neçə sualdır buradan, baxaq görür. Əslində kurikulum tipləri biraz məntiq olur belə. Əslində çox sadədir. Prosesi bir anlıq düşünün. Bax, bütün sualları öz üzərinizə çəkin. Özünüzü o mühitin içində görün o sualı cavablandırarkən. O zaman biləcəksiniz ki, hə, söhbət nədən gedir. Sonra eyni zamanda burada açıq sual, qapalı sual və s. haqqında da danışın. Misal üçün, burada 46-da hansı açıq tipli sualdır? Torpaqların ən çox degradasiyaya məruz qalması hansı regionda daha intensiv gedir? Hansı regionda daha intensiv gedir? Açıqdır, qapalıdır. Hə? Bəli, qapalıdır. Niyə? Çünki konkret region deyəcək. Qapalı. Bəli, qapalıdır. Bizdən isə nə deyir? Açıq tiplini istəyir. Bərk buğda növündən xam mal kimi ən çox nədə istifadə edilir? Ən çox nədə? Nədə? Bəli, nədə? Konkret olaraq cavabı var. Filan da istifadə olunur. Sonra, dünya siyasi xəritəsində müxtəlif rənglərlə nəyi əks etdirirlər? Bu da qapalıdır. Bəli, bu da qapalıdır. Qapalıdır. Müxtəlif rənglərlə nəyi? Konkret cavabı var. Nəyi əks etdirirlər? BMT-nin beynəlxalq münasibətlərin tənzimlənməsində rolunu necə dəyərləndirirsən sən? O açıqdır. Çünki hər kəsin özünün cavabı fərqli ola bilər. Tamamilə doğrudur. Burada hər kəs öz yanaşmasından cavablandıracaq ki, bu da demək açıq tipli sualdır. Yükləndikdən sonra cərəyan mənbəyindən ayrılmış müstəvi kondensatorun lövhələri arasındakı məsafəni 4 dəfə azaltsaq, onun daxilindəki elektrik sayəsinin tezliyi necə dəyişir? Bəli, qapalıdır. Çünki bunu həll edəcək, hamı eyni cavabı çıxaracaq ortaya. Düzdür? Bəli. Yəni, burada da açıq qapalı suallar belə qeyd olunubdur. Hansı ki, bayaqları biz toxunduq. Görən o imtihanda da belə tapacaq müəllimə. Sual oxuyanda aydın olur ki, bu nədir? Əlbəttə. Biz indi, mən ona görə çalışıram mövzuları tez yekunlaşdıraq, əsas mövzuları. Mövzu haqqında məlumatınız olsun ki, biz sona qalan bütün günlərimizi ancaq demək 2-5 bazar günü. 2-5 bazar günü. Biz ancaq test üzərində işləyəcəyik. Ancaq test üzərində. Yaxşı olar, biraz tez qutarsaydı. Ona görə də mən də çalışıram ki, məzmunu əsas sizə çatdırım. Məzmundan sonra biz artıq bir də ancaq onu niyə toxunmağa belə deyim də vacib bildim hazırda. Çünki burada biraz belə deyək də mövzu bir-birinin içindən çıxa gedir, amma hamısı demək olar ki, eyni fikri ifadə edir. İndi gələk davamına. Yəni testlər də həm maraqlıdır, həm də aydın testlərdir. Fikirlərinizi toparlasaq. Müəllim fasilitasiya bacarığı 2-1-9. Müəllim fasilitasiya bacarığı nədir? Yəni müəllim artıq bir fasilitatordur. Yəni müəllim müəllimlik funksiyasından çıxıb sadəcə müəllimlik deyil də fasilitator, yəni yol göstərən, istiqamət verən. Bayaqdan Sovetin devrində müəllim informasiyanı ötürən bir mərkəz kimi sayılırdısa, sinifin mərkəzində olan bir varlıq olaraq sayılırdısa, indi informasiyanı ötürmür. İnformasiyanı şagirdlərin özünü tapması üçün, əldə etməsi üçün onlara yolu göstərir, deyir, get bu yolla getsən tapacaqsan. Demir, gəl hazırını götür apar.
ənənəvidə olduğu kimi. Bu yolla get, tapacaqsan. O baxımdan yol göstərəndir. Və bu yolda daima onlarla bərabər addımlayır müəllim. Yəni, eləcə getdi, başından etmir. Ona görə də müasir yanaşmada müəllim həmçinin fasilitatordur. Amma çox təəssüflər olsun ki, bu fasilitatorluq hər müəllimdə də olunur, etmirlər bunu. Bəzən hələ də rast oluruq ki, ənənəvi yöntəmdə dərs keçən müəllimlər var. Mühiti də o şəkildə saxlayırlar, bəzən elə saxlayırlar ki, gestapo. Hətta bəzi valideynlər falan da görürsən yanaşmaya baxır, deyir ki, halal olsun, bizim mənim uşağımın müəllimi elə yaxşıcadır, girirsən sinifə, milçəyin vızıltısı eşilir. Uşağın hünəri nədir orada cınqırını çıxarsın? Bu bilirsiniz nə dəhşətli bir şeydir. Heç vaxt evlatlarınızı, nəvələrinizi belə bir mühitdə formalaşdırmayın. Siz hiss etməyəcəksiniz. Onun hesabları uşağın keçid devrində 12, 13, 15 yaşlar arasında o qədər qabarıq şəkildə üzə çıxacaq. Və yaxud gələcək həyatda problemlərlə üzləşəndə. Çünki uşağın psixoloji durumu tam olaraq zərbə alır orada, zədələnir. O qorxu hissi, nifrət hissi formalaşır, amma uşaq qorxusundan səsini içində boğur. Və yaxud da özgüvəni olmur bu uşaqların, qorxaq böyüyürlər. Fikir ifadə etməkdə çətinlik çəkirlər. Çünki axı mühit ona imkan verməyibdir. Müəllim onları ilə bloqlayıbdır ki, hər tərəfli. O baxımdan da müəllim, yəni bu fasilitatorluq bacarıqları müəllimdə olmalıdır. Fasilitatorluq bacarıqları, indi baxaq görək nədir? Fasilitator kim olduğu haqqında az öncə dedik, yəqin ki, bu aydın oldu. Bir də kimdəsə mikrofon açıqdır, xahiş edir ki, mikrofonlarınıza bir baxaq. Mikrofonlarınıza baxaq və bağlayaq. Sonra burada da görürsünüz deyir, insanı yönəldən zaman fasilitatorluq bacarıqları işə düşür. Hər bir müəllim də nə edir? Sinifdə şagirdləri düzgün istiqamətdə yönəldir. Konkret olaraq cavabları vermədən, yəni ipucuları verərəkdən, maraqlı suallar verərəkdən yönəldir. Fasilitator müəllim səmərəli təlim mühiti yaradır. Şagirdlərin emosional, intellektual, fiziki və psixoloji inkişafını təmin edir. Gördünüz mü? Bax, bayaqki mövqe. Təmin edir. Həmçinin şagirdlərin potensialını müəyyənləşdirir və bu sayədə şagirdləri inkişaf etdirmək üçün səmərəli metod və üsullar tətbiq edir. Məsələn, demokratik üslub var müəllim yanaşmasında, liberal var və bir də avtoritar var. Demokratik üslubda, dediyim kimi, mühit hər kəs üçün əl çatandır, hər kəs öz fikrini açıq deyə bilir, hər bir şagird özünü güvəndə hiss edir. Yəni, o psixoloji mənəvi durum sinifdə yerindədir. Avtoritar üslubda isə, burada mənə Bağdadda kör xəlifə, müəllim sanki bir yumruğunu vurdu stola və burada mən deyən olmalıdır məsələsi. O zaman dediyim problemlər yaranır uşaqda. Yəni, uşağın mütləq şəkildə şüuraltı, psixologiyası zərbə alır. Fasilitator müəllimin rolu nədir? Bələdçi müəllim rolu. Bələdçi müəllim dedikdə elə adından göründüyü kimi, yəni müzakirələrdə, məsələnin həll olunmasında, problemin aşkar edilməsində müəllim bələdçi rolunu oynayır. Yəni, yolu uşaqlara dalına alıb aparmır. Sadəcə bələdçilik edir. Uşaqlarla birgə yürüyür. Amma uşaqları nəzarətdə saxlamaqla yaxşı mənada. Müəllim şagird münasibətlərində müəllim şagirdi entuziazmla yönətməli. Onların potensialını müəyyənləşdirməyi, bacarmalı və inkişaf etdirməlidir. Bu yalnız təlim prosesində deyil, həm də məktəbdən kənar fəaliyyətdə də özünü göstərməlidir. Məsələn, şagirdə hər hansısa bir proqrama, kursa cəlb etməklə. Hətta, misal üçün, xarici ölkələrdə yanaşma necədir? Bəzən düz deyib, biz vaxt-vaxtından şikayətlənirik, amma yenə də haradasa, məsələn, tutalım ki, əgər mənim şagirdim və yaxud da mənim şagirdim var sinifdə, idmançıdır, nə bilim, şahmatçıdır və s. O uşağa sürpriz kimi də edə bilərik bunu və yaxud da bəri başdan nəzərinə çatdıra bilərik, sinifi də cəlb edə bilərik bu prosesə ki, uşaqlar, bəs Nadirin bugün futbol yarışması var, hamımız gedəcəyik o yarışı izləyib, Nadiri dəstəkləyəcəyik. Bax, bu cür yanaşmalar da vacibdir. Yəni, dərsdən kənar vaxtlar üçün uşağın dəstəklənməsi. Məlumatla təmin etmə. Məlumatla təmin etmə dedikdə yenə də hazır informasiyaları ötürməkdən getmir. Məsələn, əgər mən şagirdə bir araşdırma vermişəmsə, bu araşdırma üçün tutam ki, toplular, nə bilim, ensiklopediyalar, müəyyən bir vəsaitlər. Yəni, uşaq üçün əl çatan olmalıdır. Bu məlumat informasiya toplusunu təqdim etməliyəm, o da onun deyək arasından axtarıb tapmalıdır. Və yaxud internet üzərindən ola bilsin araşdırma edəcək.
Müəllim müasir dövrdə öz fənni, texnologiyalarla dünyada baş verən yeniliklərlə tanış olmalı və şagirdləri, baxın, yenə də nə deyir, yönəltməlidir. Yəni, tam hazır informasiyanı ötürməyəcək. O, şagirdin dünya görüşünü, savadını, təhsilini inkişaf etdirən, genişləndirən şəxs olmalıdır. Əsas məsələ bunu necə etməkdir? Belə ki, müəllim şagirdləri öyrənilən məzmunla bağlı müxtəlif məqsədyönlü resurslarla, baxın, məqsədyönlü resursu verir, o resursun içərisində biz məqsədimizə çata bilərik. Təmin edəndə məqsədə çatmaq daha əlverişli olur. Tədqiqatçı müəllim, yəni özü də araşdırmacıdır. Müəllim daim şagirdlərini tədqiq etməlidir. Onları tanımağa çalışmalıdır. Bəzən biz gedişatda elə bir məzmunla qarşılaşırıq ki, şagirdin müəyyən bir bacarığı o anda bizə aydın olur. Deyir, ya nə gözəl, səndə bu bacarıq da varmış, afərin, mən heç bilmirdim. Keçən il mən sənə deyək ki, dərs demişəm, mən sənin bu bacarığını bu illər kəşf etmişəm. Şagirdlər məktəbə müxtəlif ailələrdən, şəhərin müxtəlif yerlərindən gəlirlər. Ona görə də onların məsələlərə yanaşması, təhlil, qiymətləndirməsi də fərqli ola bilər. Müəllim şagirdi düzgün yönətmək üçün mütləq onun fikirlərlə tanış olmalıdır. Necə? Misal üçün, tutalım ki, uşağın biri kənd həyatından gəlir. Uşağın biri fərqli coğrafi mühit olan yerdən gəlir. Yəni, bununla da bağlı onlarda müxtəlif fikirlər, müxtəlif xarakterlər, müxtəlif yanaşmalar formalaşa bilər. Və bu baxımdan da müəllim daim şagirdlərini də araşdırmalı, yəni onların o xarakterlərin, xüsusiyyətlərini də bəlli olmalıdır ki, yanaşmasını da düzgün qursun. Müəllim o vaxt fasilitator rolunda çıxış edir ki, o mühazirə tipli dərs formasından çıxır, yəni ənənəvidən çıxır və dərslərdə interaktiv təlim metodları, layihə əsaslı, problem əsaslı öyrənmə və s. tətbiq edir. Yəni, müasir yanaşmalardan istifadə edir. Səmərəli fasilitator olmaq üçün müəllim hansı fəaliyyətləri icra etməlidir? Təlim nəticələrini şagirdlərə əvvəlcədən paylaşmaq. Bunu biz artıq demişdik. Şagirdlərin məqsəd və maraqları ilə tanış olmaq. Bunu da yenə müşahidə edəcəksiniz dərs ilinin əvvələn. Hətta tövsiyə olunur ki, siz əgər bilirsinizsə, direktordan belə maraqlana bilərsiniz ki, siz mənə növbəti ildə hansı sinifi verməyə düşünürsünüz, hansı 5-ci sinifi verməyə düşünürsünüz. Əgər o deyirsə sizə, demək siz zamanınız olduqca pəncərə saatlarında, tənəffüs zamanı, deyək ki, Lalə müəllimənin bu il 4-cü sinifi, gələn il sizdə 5-ci sinif olaraq götürəcəksiniz. Artıq o siniflə başlayırsınız dostlaşmağa. Təbii ki, burada dərs keçməyəcəksiniz, ancaq dostluq münasibətləri. Arada gedib dərsdə oturmaq, uşaqların bir maraq dairəsinə maraqlanmaq, onların fəaliyyətini dərsdə izləmək, üzlərinə gülümsəmək. Yəni, bəri başdan artıq onlar sizin mühitə, siz də onların mühitinə alışırsınız, bir-birinizi tanıyırsınız. Və belə olduqda arada sevgi bağları da qurulur. Və müəllimini sevən şagird ola bilməz ki, onun dərsinə hazırlıqsız gəlsin. Ola bilməz ki. Mən orta məktəbdə işləyən vaxtı bizim bir şagird var idi, çox dəhşət şuluq idi. Və o, haradasa 2-3 dənə dərsi çox mükəmməl oxuyurdu. Düzdür, yüksək balda topladı, universitetə daxil oldu. Və onunla söhbət aparıb soruşanda deyirdi ki, ay müəllim, mən o müəllimləri çox istəmirəm. Bu müəllimi çox istəyirəm, ona görə mən ona hörmətlə yanaşıram. Mən, yəni, hörmətsizlik edə bilmərəm ona. Onun dərsini öyrənməmiş gedə bilmərəm. Hətta valideyn də deyirdi ki, uşaq, demək, ya gecəni gecə yatırdı onun dərsi olanda, plan müəllimin dərsi olanda və yaxud da tezdən saat 5-dən dururdu, bir də təkrarlar edirdi, hazırlaşırdı. Amma başqa dərslərdə deyir, onu yuxudan oyatmaq mümkün deyil. Bax, bu bağların qurulması üçün, bu xarakteri, bu yanaşmanı formalaşdırmaq üçün, demək, siz daha yaxşı olar ki, onlardan artıq 4-cü sinifdən yavaş-yavaş tanış olmağa başlayasınız. Şagirdlərinizi cəlb edin. Biz indi sinifin cəlb olunması ilə bağlı Edgar Deylin piramidasında və digər mövzularda da bunu vurğulayacağıq. Hətta bugünə qədər, yəni yenə də müəyyən bir məqamlarda da toxunmuşuq bu məsələyə. Demək, təlim proqramının nəticələri tələbələrə əvvəlcədən müəyyənləşdirilmiş olduğundan şagirdlər bu məsələləri qəbul etmək məcburiyyətində olurlar. Həmçinin siz artıq bəri başdan təlim nəticələrini elan edirsiniz axı. Artıq bilir ki, bu nələri etməlidir. Və şagirdi bu prosesə cəlb etmək üçün demək, müəyyən bir yanaşmalar edirsiniz, cütlərlə işlədirsiniz, qruplarda işlədirsiniz, aktiv fəaliyyətə cəlb edirsiniz, fikir dağınıqlığı varsa, dərsdən yayınma varsa,
sualı fərdi şəkildə uşağa yönəldirsiniz. Sonra sinif otağından kənara çıxın. Bu bilirsiniz nədir? Bizim 9 nöqtə funksiyamız vardı, yadınızdadırsa. Biz sizinlə etmişik də onu, eləmi? 9 nöqtəni. Etmişikmi? Bəli, müəllimə. O 9 nöqtə funksiyasında biz nə etdik? Sərhəd, bəli. Biz sərhədləri kənara çıxdıq ki, doğruluğunu tapaq. Burada da sinif otağı ilə məhdudlaşdırmaq lazım deyil mühitinizi, yanaşmanızı. Demək, məktəbin həyətində də proses davam etdirə bilərsiniz, təbiətin qoynunda da etdirə bilərsiniz və yaxud da təkcə dəftər, kitabla sinif otağından kənara çıxın dedikdə, yəni ola bilsin ki, kənara çıxmadınız, amma çıxın sözü görürsünüz dırnaqdadır. Yəni, tək dərsliklə məhdudlaşdırmayın dərsinizi. Əlavə informasiyalar, məlumatlar, resurslardan da istifadə edə bilərsiniz. Sonra, hətta həyatla da əlaqələndirə bilərsiniz. Fasilitator müəllimin özündə formalaşdıracağı bacarıqlar. Müşahidə etmə bacarığı. Onsuz da bütün pedaqoqlarda demək olar ki, müşahidə etmə bacarığı güclüdür. Onlar sinifi daima öz müşahidələrlə, öz nəzərlərlə, diqqətlərlə nəzarətdə saxlar və prosesin necə getdiyini görürlər, müşahidə edirlər. Dinləmə bacarığı. Bayaq qeyd etdiyimiz kimi, şagirddə necə ki, dinləmə bacarığını formalaşdırırsınız, özünüz də aktiv dinləyici olmalısınız. Yəni, şagird bizdən daha həssasdır bu məsələlərə. O artıq görəndə ki, müəllim onu dinləmir, həvəsdən düşür. Deyirək, mən sual verdi, indi düzünü çörü bu yana və s. və məni dinləmir bu müəllim. Ya səthi cavab verəcək, ya da heç növbəti dəfə cavabını bilsə də əl qaldırmayacaq. Sonra, məqamında düzgün müdaxilə etmək. Yəni, sonra verərsən bu sualı və s. Ən azı biz nə edə bilərik? Şagirdlərə deyə bilərik ki, uşaqlar sual yarandığı halda, mən əgər nəyisə izah edirəm, şərh edirəmsə, sual yarandığı halda yadımızdan çıxmasını tez vərəqimizə qeyd edirik. Mən fikrimi tamamladıqdan sonra sualınızı mənə ünvanlayırsınız. Və həmin məqamla əlaqəlidirsə, sualı demək, cavablandırmasına nail olmaq. Müəllimin özü deyil ha. Əsasən dayanırıq. Ən pis halda müəllim cavablandıracaq. Amma əsas dayanırıq, şagird özü tapsın cavabı. Və yaxud da şagirdlər. Və yaxud da hər hansısa bir proses düzgün getmirsə, misal üçün tam qrup işi vermişsiniz, cütlərlə iş və s. və yaxud müzakirədirsə, o zaman düzgün yol aldığımızı görmürüksə, nə edirik? Anında müdaxilə edirik. Sonra, planlaşma və hazırlıq. Bunu da keçən dəfə də vurğuladım ki, plan nə qədər önəmlidir və planlaşma və hazırlıq olması sizin öz işinizin düzgün qurulması və idarə olması deməkdir ki, siz də öncədən bütün prosesinizi planlaşdırırsınız. Burada da qeyd olun, fasilitasiyanı səmərəli aparmaq üçün əvvəlcədən hazırlaşmaq lazım. Belə ki, əvvəlcədən planlaşdırmaq təlim zamanı prosesin axıcılığını təmin edir. Nəysə unudub, nəysə yaddan çıxaranda artıq görürsən, mən nə deyəcəkdim, burada axşam ağlıma yaxşı bir fikir gəlmişdi, belə bir təcrübə edəcəkdim, amma indi xatırlaya bilmirəm. Ağlımıza gəlirsə, yazırıq dəftərimizə, vərəqimizə. Bu da fasilitasiya. İndi gəldik şagird yönümlüyə. Bu fasilitasiya ilə bağlı və yaxud da öncəki mövzu ilə bağlı kimisə sualı var, hər hansısa bir çətinliyi var, hər hansısa bir mövzu çətin gəlmədi sizə, yaxud gəldisə, hansı hissədir? Təkrar izah olunacaq bir məqam görürsünüzsə, deyin, əlavə misallar. Demək, qeyd etmək lazım idi. Mütləq qeyd edin. Mütləq. İndi mövzuya təkrar baxsanız və yaxud da sualda qarşılaşacaqsınız çox böyük ehtimal o sual yaradan şey gəlib qarşınıza testlərdə çıxacaq. Müəllimə, əvvəlki testlərdə mən təhlil etməklə dəyərləndirməyi qarışdırıram. Testlərdə də ən çox olarsa səhvə yol vermişəm. Təhlil etmə bir daha vurğulayıram. Dəyərləndirmə demək, tənqidi təfəkkür formalaşdırır. Təhlil etmə isə, təhlil etmənin içində parçalama var, hissələrə ayırma var, dərindən təhlili görünür. Dəyərləndirmədə argumentlər, faktlar gətirmək var, fikir bildirmək var, münasibət bildirmək var. Aydındırmı? Bax, istəsəniz bu qeydləri özünüz üçün götürün. Tamamilə fərqlənir bir-birindən, təhlil etməklə dəyərləndirmək tamamilə fərqlənir, tamamilə ayrı-ayrı şeylər. Həmçinin, demək, tətbiqdir, demək, anlama, tətbiq, təhlil bu üçü məntiqi təfəkkür formalaşdırır. Məntiqlə əlaqəlidir.
Dəyərləndirmə isə artıq tənqidi təfəkkür, dəyər verməyə bacarır uşaq. Burada artıq və yaxud da proses dəyərləndirirsə və yaxud da deyirsə ki, bu belədir, nə tələb olunur ondan? Arqumentlər, faktlar, fikrini sübuta yetirmək tələb olunur. Testləri təhlilində görəcəksiniz. Çəkilişləri yükləyib göndərəcəm, linklərə baxarsınız. Bura qədər dediyimizlə bağlı sual qaldı. Sual var kimdəsə? Yoxdursa davam edək. Demək, gəldik 2.1.10 şagirdlik yönümlü interaktiv təlimdə iş formaları. Var iş formaları, var iş üsulları. İş formaları 4-dür. Fərdi, cütlərlə, qruplarla və siniflə iş. Fərdi iş adından da göründüyü kimi, yəni tək bir şagirdin yanaşmasından gedir. Bəzən siz şagirdlərə sizin müddinə fərdi işlər verirsiniz, bəzən cütlərlə işlədirsiniz, bəzən qruplarda, yəni müzakirə isə demək olar ki, siniflə iş hər dərsdə alınır, istəsək də, istəməsək də. Və burada da qeyd olunur, şagirdin tək başına gördüyü fəaliyyət nəzərdə tutulur. Faydası nədir? Biz indi intellektin növlərini, sonra introvert, ekstravert, ambivert haqqında da danışacağıq nəzəriyyələrə doğru keçdikdə. Demək, faydası nədir? Əsasən, fərd daxili intellektə və introvert şəxsiyyət növünə sahib şagirdlər üçün daha uyğundur. Fərd daxili dedikdə, Gartner nəzəriyyəsində də biz bunu keçəcəyik. Demək, intellektin növlərində o nəzəriyyədə. Fərd daxili odur ki, yəni belə uşaqlar daha çox öz-özünə, tək başına işləməyi sevən uşaqlardır. Cəmiyyətə çox qaynayıb qarışmayanlardır. Introvert də nədir? Yəni, intro içərisində, daxilində, yəni özü ilə tək qalmağı sevən uşaqlardır. Amma hər dəfə elə Nadir tək işləməyi sevir deyə, mən Nadirə tək tapşırıq verim, otusturum bunu kənarda, çünki o toplumda işləməyi xoşlamır, sevmir. Və yaxud cütlərlə sevmir işləməyi, tək işləməyi sevirsə, bunu tək otusturum məsələsi yoxdur. O zaman o uşaq elə introvert olaraq, fərd daxil olaraq qalacaq. Bizim də əsas məqsədimiz nədir? Uşağın hər tərəfli intellekti formalaşsın, uşaq tək introvert olmasın. O zaman onu gələcək həyatında problemlər yaşayacaq. Həm ailə həyatında problem yaşayacaq o insan, həm iş həyatında problem yaşayacaq. Çünki cəmiyyətlə, ünsiyyət və s. də qaçan olurlar onlar. Onlar sakitçiliyi sevirlər. Onlar, hətta olur belə uşaqlar, valideyn toya gedir, bəzi uşaqlar var, dalınca ağlayır ki, mən də toya gedirəm. Onlar, demək, fərdlər arası intellektə malikdirlər və ekstravertdirlər, deyək ki. Burada isə fərd daxili deyir ki, yox, mən getmək istəmirəm toya, siz gedin. Çəkinir, sosial mühitə çox uyuşmur. Bizim də məqsədimiz odur ki, bu insanlar da sosial mühitə alışdıraq, bu insanlar da fərdlər arasılar kimi, yəni hər tərəfli olsun. Yəni, tək öz-özünə qapanmasın, tək öz-özü ilə danışmasın, öz beynində, öz ürəyində. Aydındırmı? Ona görə də, yəni, fərdi iş biz versək də, yenə də bu məqamlara diqqət etməliyik. Yəni, davamlı fərdi iş verə bilməliyik və yaxud da, əgər fərdlər arası intellektə malikdirsə, cütlərlə, qruplarla işləməyi, siniflə işləməyi sevən uşaqdırsa, müəllimə, mən tək işləmək istəmirəm, mən tək işləyə bilmirəm. Ona da tək işlər arada vermək lazımdır ki, bəzən həyatda, gələcək həyatında elə bir halla qarşılaşacaq ki, bu problemi tək başına həll etməlidir. Gedib kənardan kimsə axtarıb tapıb gətirməsin. O anda ola bilsin onun heç bir dəstəyi olmadı. Yəni, özünə güvən də yaransın ki, mən bunu tək də bacararam. O baxımdan da biz yalnız elə bu uşağa bunu edək məsələsi yoxdur. Hər bir uşağa həm cütlərlə, həm qruplarla, həm fərdi demək, yanaşmalara, iş formalarına cəlb etmək vacibdir. Sonra, çatışmazlığı nədir? Fərdi işin. Sinifdə şagird sayı çox olduqda fərdi iş formasını həyata keçirən zaman problem yaşana bilər. Burada əsasən problem bilirsiniz nədə yaşanacaq? Qiymətləndirmənin həyata keçirilməsində. Həmçinin şagirdin tək-tək 25 uşaq varsa, baxın, mən burada hər birisinə 25 nəfərin tək-tək yanaşmaq bütün sinifin o 45 dəqiqə zamanımı alacaq. Həm o uşaqlara mən əgər rəy bildirməliyəmsə, fikir bildirməliyəmsə, onların tutduqları, işə gördükləri, verdikləri tapşırığa və s. Burada bu məqamlar da çətinləşəcək mənim üçün. Təsəvvürünüzə gətirin ki, 25 uşağın hər birisi ilə tək-bətək əks əlaqə qurmalısınız. Onlara müxtəlif rəylər bildirməlisiniz. Bax, bu baxımdan da biraz bunun çatışmazlığı mənfi tərəfi var. Bir də bayaq qeyd etdiyim kimi, yəni ünsiyyət bacarıqları formalaşmır.
Qiymətləndirməyə gəldikdə də yenə dediyim kimi, yəni burada qiymətləndirmə də çətinləşir mənim üçün. Çünki biri var bütöv sinfi qiymətləndirim və yaxud da qrupda onların mövqeyini müşahidə edim, görüm qiymətləndirim. Biri var təkbətək. Mən elə bir uşaqdan o bir uşağa yaxınlaşana qədər artıq orada nə baş verdiyini bilmirəm digərində. Demək, fərdi işin qiymətləndirməsi müxtəlif şəkildə aparıla bilər. Həm müəllim şagird fəaliyyətini izləmək üçün, həm şagirdin özü tərəfindən, həm də qarşılıqlı qiymətləndirmə. Misal üçün, proses bitdikdən sonra fərdi işlə vermiş olsanız, uşaqlar vərəqlərinizi bir-biriniz ötürün, hər kəs öz parta yoldaşının vərəqini qiymətləndirsin. Fikirlərinizi əlavə edə bilərsiniz, nə bilim, rəy bildirə bilərsiniz. Sonra, özünü qiymətləndirmədən istifadə edərək şagird özünün zəif güclü tərəflərini müəyyən edir. Qiymətləndirmənin növlərində, modellərində və s. də biz bunu keçəcəyik. Nələrə diqqət yetirməli olduğunu öyrənir, inkişaf səviyyəsini izləyir. Həmçinin şagird özünü qiymətləndirərkən metakognitiv bilikləri də formalaşmış olur. Necə? Çünki artıq şagird özünün zəif və güclü tərəflərini müşahidə edir, görür özünü təhlil etdikcə. Və bu da onun metakognitiv bacarıqlarını, biliklərini formalaşdırır. Sonra cütlərlə işə gəldikdə, tədris prosesində iki şagirdin bir yerdə öyrənməsidir. Faydası nədir? Şagirdlər bir-birindən öyrənirlər. Bəzən burada biri güclü, biri ondan nisbətən zəif şagirdləri müəllim birləşdirir ki, bu da yəni yaxşı bir haldır ki, zəif güclüdən öyrənmiş olur. Həmçinin iki şəxs arasında fikir mübadiləsi aparmaq, yəni onlarda aktiv dinləmə bacarığı da formalaşır. Niyə? Burada artıq 3 nəfər yoxdur, 5 nəfər yoxdur, qrup yoxdur. Qrup olmadığına görə 2 nəfər bir-birini daha rahat dinləyir. Yəni, daha aktiv dinləmə bacarığı cütlərdə formalaşır. Bunu da unutmuruq. Çünki bəzən suallarda düşür, əgər bir-birinin aktiv dinləmə bacarığı formalaşmaq deyirsə, bu cütlərlə işdə daha yaxşı baş verir. Çünki 2 nəfərik də, bir əlidir, bir də mənim. Mən danışdığımı əli işləyəcək, əli danışdığını mənə işləyəcək. Düzdürmü? Ona görə də cütlərlə işdə, yəni bu baxımdan aktiv dinləmə bacarığı da daha güclü formalaşmış olur. Həmçinin empatiya hissindən danışmaq olar burada. Sonra dediyimiz kimi artıq cütlərlə işdə, qruplarla, siniflə işdə, burada şəxsarası intellekt, ekstravert şəxsiyyət növünə sahib olan şagirdlər üçün əlverişlidir. Amma onlarla əlverişli deyil, həmişə onları cütlərdə işlədək, qruplarda işlədək məsələsi yoxdur. Çünki dediyim kimi, gələcək həyatda tək həll edə biləcəklər problemlərlə üzləşə bildiklərinə görə onlar da həm tək çalışmağı öyrənməlidir, həm cəmiyyətlə, insanlarla demək, ünsiyyət qurmalı. Çatışmazlığı nədir? Şagirdlərin bir-birinə mənfi münasibəti olarsa, bayaq vurğulamışdım, sinifdə əgər bir-birlə küsüblərsə, xəbərimiz yoxdursa və s. O zaman cütlər şəklində effektiv işləməyə mane olacaq. Və yaxud da cütlərin bir-birinə əgər rəy verməsi məsələsi varsa, o zaman onlar emosionallıqdan yanaşıb doğru olmayan rəylər verə bilərlər bir-birinə. Yəni, bir növ düşmənçilik mövqeyinə. Bu uşaq xoşlanıb, bu uşaqla küsüldü, mənfi rəy verir. O məndə xətalarında olduğu kimi. Sonra qruplarla işə gəldikdə qeyd etdiyimiz kimi 3-5 nəfərlik qruplarda şagirdlərin kiçik komandalar şəklində formalaşmasıdır. Faydası nədir? Bilik və bacarıqların tətbiq üçün daha çox şərait yaradır. Bax, bu sizə suallarda da düşəcək. Demək, suallarda sizə düşə biləcək fikir, demək, bir-birini aktiv dinləmə, istəsəniz özünüzə qeyd aparın. Bir-birini aktiv dinləmə bacarığı formalaşdıran cütlərlə işdir. Sonra daha çox bilik və bacarıqların tətbiqinə daha çox şərait yaradan qruplarla işdir. Çünki burada fərqli fəaliyyətlər həyata keçirir və fərqli xarakter, fərqli bacarıqlara malik olan uşaqlar varsa qrupda, artıq burada bir-birindən daha çox şey öyrənilir. Birində olmayan yanaşma o birisində var. Birində olmayan bacarıq o birisində var. Biri digərindən götürə-götürə daha çox öyrənmə şəraiti yaradır. Bir dənə zəhmət olmasa təkrar deyərdiniz də. Deməli, sizə suallar necə həmçinin düşə bilər? Misal üçün, deyə bilər ki, fərd daxili və introvert şəxsiyyət növünə aid olan intro içərisində deməkdir də, fərd daxili. Bu uşaqlar üçün uyğun iş forması hansıdır? Fərdi. Şagirdin özü ilə tək qalmağı sevməz. Sonra
Soruşa bilər ki, ekstravert və demək fərdlər arası intellektə malik olanlar üçün cütlərlə, qruplarla iş onlar üçün uyğundur. Həmçinin soruşa bilər ki, burada altından da xətt çəkmişəm, ekran görünür paylaşım. Demək, şagirdlərdə demək, hansı iş formasında bir-birini aktiv dinləmə bacarığı daha yaxşı formalaşır, hansı iş formasında. Bir-birini aktiv dinləmə, misal üçün 3 nəfər varsa, hərə bir tərəfdən danışacaq, 5 nəfər varsa, hərə bir tərəfdən danışır. Aktiv dinləmə olmur orada. Düzdürmü? Nə qədər çox olsa da cütlərdə olduğu kimi olmur. Çünki cütlər deyilikdə cəmi 2 nəfərdir. Mən danışıram, o eşidir, o danışır, mən eşidirəm. Üçüncü danışan şəxs yoxdur ki, yanımızda. O baxımdan cütlərlə işdə aktiv dinləmə bacarığı daha yaxşı formalaşır. Sonra qruplarla işlə bağlı hansı sual çıxa bilər qarşınıza? Bilik və bacarıqların tətbiqi üçün daha çox imkan yaranır. Bilik və bacarıqların tətbiqi üçün hansı iş formasında daha çox şərait yaranır, imkan yaranır? Qruplarla işlə. Qeyd etdiyimiz kimi burada fərqli bacarıqlara malik uşaqlar daha çoxdur da. Bir var 2 nəfər cütlərlə işdə. Cütlərlə işdə 2 şəxsin bacarığı. Bir də var 3 nəfər, 4 nəfər, 5 nəfər. Artıq burada şəxs çoxaldıqca bacarıqlar da çoxalır. Ona görə daha çox şərait yaranır burada. Bacarıqların həm tətbiq üçün, həm öyrənmək üçün. Yaxın inkişaf zonası güclənir. Biz keçəcəyik sizinlə bu scaffoldingdir, yaxın inkişaf zonasıdır. Vygotsky'nin nəzəriyyələrini keçəndə, Vygotsky nəzəriyyəsini. Demək, yaxın inkişaf zonası dedikdə də nə nəzərdə tutulur? Yəni, mən bir yerə qədər bilirəmsə, şagirdin bir yerə qədər bildiyi onun yaxın inkişaf zonasıdır. Deyək ki, bir məsələnin müəyyən bir ifadə yazır, yaza-yaza gəldi, müəyyən bir yerə qədər həllini edə bildi. Artıq buradan o yana gedə bilmir, ilişdi qaldı. Demək, orada artıq scaffolding, müəllimin dəstəyi lazım olur. Müəllim gəlir, yönləndirir, istiqamət verir, uşaq başlayır o hissəni artıq həll edə bilməyə. Həll edə bildisə, orada oldu onun yaxın inkişaf zonası. Artıq o da onun üçün əl çatan oldu. Aydındırmı? Yaxın inkişaf zonası bu deməkdir. Burada da demək, qruplarla işdə də yaxın inkişaf zonası güclənir dedikdə bu nəzərdə tutulur. Yəni, haradasa ilişib qalanda o bir uşaq oradan istiqamət verir, bu birisi buradan. Yəni, bir-birlərindən öyrənmə mövqeyində olduqlarına görə formalaşır. Əməkdaşlıqdır, ünsiyyət bacarıqlardır, təcrübə bölüşməkdir, qruplarla işdə də formalaşır. Çaşmazlığı nədir? Qrup işi zamanı bəzi şagirdlər çox, bəziləri az işləyə bilər. Misal üçün, orada hegemon uşaqlar olur bəzən, götürür vərəqi alır, qoyur əlinin altına. Müəllim də sadəcə diqqət etmir buna, kənardan müşahidə edir və deyir ki, cütlərlə, qruplarla nə bilir, necəsə birləşdirdim, demək proses gedir. Amma müəllim bunu o qədər ciddi nəzarətdə saxlamalıdır ki, orada Əli də, Vəli də, Lalə də, Nərgiz də, Aydan da işləyirmi, işləmir. Çünki qeyd etdiyim kimi, qruplarda mütləq şəkildə bir dənə lider deməyək, lider hər kəsi yönəldə bilir, hegemon birisi olur ki, bir də gözü tapşırıq verənin çəkdə aldı, özü rəhlədir, özü yazır, özü cavab verir. Yoldaşlar da belə əlləri çənələrində durub ona baxırlar. Axta da deyirlər, müəllimə, bizim qrup bitdi. Hətta təqdimatı da özü edir, hər bir şey özü edir. Yəni, bu artıq nə oldu? Qrupla iş oldu sizcə bu? Nə iş oldu? Bu fərdi iş oldu. Fərdi. Kənardan baxanda qrup işi kimi görünsə də bu fərdi iş oldu və heç bir öyrənmə mövqeyi orada yaranmadı. Ona görə mən də qiymətləndirmə onda düzgün olmur. Əslində, müəllim əgər axıra qədər buna yol veribsə, demək ki, müəllim onsuz da heç nəyi düzgün eləmir və qiymətləndirmə də təbii ki, düzgün olmayacaq dediyiniz kimi. Demək, sinifdə də qrup işi ilə bağlı qaydalar olmalıdır ki, yəni xaotik səs-küy yaranmasın. Bunu da yenə dərs ilin əvvəlində qaydalar tərtib edib divardan da asa bilərsiniz, şagirdlərlə birlikdə də bunu tərtib edə bilərsiniz ki, qrup işi zamanı biz nəyə diqqət edəcəyik, nəyə etmək olar, nəyə etmək olmaz. Və qrup işi zamanı müəllim yenə də müşahidələrini dayandırmamalıdır ki, baxsın, görsün orada xaotik səs-küydür, yoxsa işgüzar səs-küydür. Sonra çaşmazlığı ondan ibarətdir ki, yəni biraz haylı küylü olur. 2 nəfər pıçıltı ilə işləsə də, cütlərlə işdə, sakit işləsə də, biraz artıq adam çoxaldıqca səs-küydə çoxalır. Qrup işi qaydaları, yenə də biz sinifin idarə olunmasında və s. də bunlara toxunacaq. Danışıq növbənizi gözləyin, bir-birinizi sonucan dinləyin, bir-birinizin şəxsinə deyil, ideyalarına fikir bildirin, bir-birinizə yardım edin. Misal üçün, bir-birinizin şəxsinə deyil, ideyalarına dedikdə,
mən Lalə düz demir, mən Lalənin fikri ilə razı deyiləm deyil. Mən filan fikirlə razı deyiləm. Da Lalənin də Nərgizin də önəmli deyil. Ona görə deyir ki, bir-birinizin şəxsinə deyil, ideyalara fikir bildirin. Scaffolding məsələsini bayaqları qeyd etdik. Effektiv qrup işi müəllimdən şagirdləri scaffolding etmək, yəni onları bu fəaliyyətə əsaslı şəkildə hazırlamağı tələb edir. O ilişib qaldıqları yerdən istiqamət vermək, yol göstərmək və burada da təbii ki, həmçinin müəllimin fasilitator bacarığı da çox önəmlidir. Sonra qiymətləndirməyə gəldikdə, qrup işinin qiymətləndirməsi də yenə çətinlik yarada bilər. Niyə? Çünki qrupda bir neçə şagird var və müəllim bunları o qədər güclü nəzarətdə saxlamalıdır ki, formativ qiymətlənsin. Ümumi qrupu qiymətləndiririk dərs zamanı düzdür, amma bu həvəsləndirici qiymətləndirmədir. Məsələn, Günəş qrupu əla nəticə göstərdi. Axı Günəş qrupunda Lalə, Nərgiz, Əli, Vəli, Nadir var. Bunların hamısı eyni gücdə işləmədi axı o qrupda. Mən müşahidə etmişəmsə artıq onu obyektiv qiymətləndirəcəm və öz formatimdə qeyd edəcəm onları tək-tək nə hansı bacarığı formalaşıb və yaxud formalaşmayıb. Amma belə sinifi həvəsləndirmək üçün ümumi qrup adına bir qiymətləndirmə apara bilir, amma bu real deyil, həvəsləndirici qiymətləndirmədir. O mənə şagirdləri təhlil edib, kim irəli, kim geri qaldı məsələsini köməklik etməyəcək Günəş qrupunu qiymətləndirmək. Aydındırmı? Sonra müəllim həm şagirdin dərsin məqsədi ilə bağlı məzmunun nə dərəcədə öyrəndiyini, həm də şagirdin hansı bacarıqlara nə qədər yiyələndiyini qiymətləndirməlidir. Məzmun necə qiymətləndirməsi ilə bağlı qiymətləndirməli tanış olacaq bu heç. Nəzərə almaq lazımdır ki, dərsin məqsədlərindən irəli gələn tələbi diqqətdən kənar qoyub yalnız qrup işi üçün tələb olunan bacarıqları qiymətləndirmək doğru deyil. Misal üçün, əla, əməkdaşlıq bacarığı əla. Sonra tapşırığı tez yerinə yetirdilər. 5 dəqiqə demişdik, 4 dəqiqədə təhvil verdilər. Əla, buna da 5, ona da 5. Bunlar yəni əsas məqsəddən uzaqdır. Bizim konkret təlim nəticəmiz var axı. Biz filan işi filan etməliyik. Və qiymətləndirərkən mən o təlim nəticəsinə əsasən odaqlanacağım. Dediyim kimi, bu birisi məsələlər uşaqlarınızı həvəsləndirmək üçün edə bilərsiniz. Amma o real qiymətləndirmə deyil də, həvəsləndirici qiymətləndirmədir. Siniflə işə gəldikdə, yəni fəaliyyət bütün siniflə şamil olunur. Misal üçün, sizin elə davamlı bütün siniflə apardığınız müzakirələr belə sinif işi kimi götürülə bilər. Faydası nədir? Bütün sinif bir fəaliyyət birləşdirir. Daha çox ideya, fikir, təcrübə bölüşə bilir. Bütün şagirdlərin prosesə cəlb olmasını təmin edir. Bir də sizə sual düşə bilər ki, müəllimin də şagirdlərə qoşulmaq imkanı verdiyi iş forması hansıdır? Bunu da özünüz üçün qeyd edin. Müəllimin şagirdlərə qoşulmaq imkanı verən iş forması demək siniflə işləyir. Siniflə. Siniflə olanda davamlı olaraq müəllim, şagird, müəllim hamısı qarışır bir-birinə. Yəni birbaşa müəllim də o istəsə də istəməsə də o işin içindədir. Birgə gedir iş burada. Misal üçün qruplarda işi tapşırığı verdi, nəzarət edir kənardan. Lazım onda yaxınlaşıb istiqamət verir, scaffolding edir qruplarda. Cütlərdə onun kimi fərdi. O işləməkdir, müəllimin işləməyidir, yəni nəzarətdə. Yox, baxın, bir daha deyirəm. Bax, fərdi cütlərlə, qruplarla bu 3 iş formasında müəllim kənardan nəzarət edir. Lazım olanda müdaxilə edir, yönəldir, istiqamətləndirir, sual varsa sualları cavablandırır, rəylər verir. Bütün siniflə işdə isə müəllimə də prosesin bir parçasıdır. Siniflə işdir də. Hamı danışır, hamı eşidir, hamı müzakirədə. Müəllim şagird, şagird müəllim, şagird şagird. Burada bütün proses qarşılıqlı gedir. Ona görə də müəllimin şagirdlərə qoşulmaq imkanı verən, yəni elə bil o da qrupun üzvüdür. Siniflə işləmirik, sinifin bir parçası da müəllimdir. Bəli, siniflə işdə müəllim artıq prosesin bir parçasına çevrilir. Birbaşa özü də o fəaliyyətdədir. Fəaliyyətin bir parçasıdır. Yəni, burada fəaliyyətin bir parçası deyil, qrupda, fərdidə, cütlərlə də fəaliyyətləri şagirdlər yerinə yetirir, müəllim fasilitatorluq edir. Burada isə həmçinin özü də fəaliyyətin. Məsəl üçün, suallara cavablandırır, yönəldir. Bəli. Müəyyən ipucuları verir, yəni hamıya bir yaxşı mənada mövzu ilə məzmun əlaqədar yönəltici sözlər tullayır ortaya. Aydındırmı? Sual-cavab sessiyasında sinifin ümumi anlamasına şərait yaradır. Çünki axı bu ümumi işdir, bütün siniflə işdir. Çatışmazlıq nədir?
Burada müəllim əgər nəzarətdən kənar qoyarsa, o zaman demək, yalnız fəal şagirdlər iştirak edəcək bu müzakirələrdə. Utancaq və pasiv şagirdlər diqqətdən kənar qala bilər. Bunu biz indi sinifin idarə olmasında da toxunacaq bu məsələlərə. Belə olduğu halda konkret olaraq adlı şəkildə. Əli və Vəli utancaqdırsa, pasiv şagirddirsə, Əli, bəs sən nə düşünürsən bu haqda? Vəli, sənin də fikrin mənim üçün maraqlıdır. Sən olsan nə edərdin? Və s. Bu şəkildə. Həmçinin siniflə işdə xaotik səs-küy yarana bilər. Yəni, təcrübəli pedaqoq bunu da qabağını, yəni ön görüb ala bilər. Daha düşündürücü, daha məzmunlu həm fikirlər irəli ata bilər ki, uşaqlar tam olaraq dərsə, əsas məzmuna motiv olsunlar. Eyni zamanda da qaydalar, sinif işi zamanı qaydalar tərtib edə bilərsiniz ki, sinif müzakirələri zamanı, baxın, çoxu və haykü yaranmasın deyə bir-birimizi dinləyirik. Biri danışırsa, digərləri onu diqqətlə dinləyir. Fikir bildirmək istəyən əl qaldırır. Yəni, bu qaydaları qoyduqdan sonra heç vaxt xaotik səs-küy olmur. Qiymətləndirməyə gəldikdə, sinif üzrə qiymətləndirmə müxtəlif şəkildə aparıla bilər. Yəni, bu sizin özünüzün öncədən hazırladığınız demək, meyarlar əsasında da aparıla bilər. Həmçinin müəyyən bir kartlar da paylaşa bilərsiniz. Yəni, nəyi bildilər, nəyi anladılar, nəyi anlamadılar. 3-2-1 kartından istifadə edə bilərsiniz. Digər qiymətləndirmə deyək ki, nümunələrindən istifadə edə bilərsiniz. Üstünlük və çaşmazlıqlarına baxmayaraq, tədris zamanı müxtəlif iş formalarından istifadə etmək lazımdır. Bayaq qeyd etdiyim kimi, yalnız mən bundan istifadə edim məsələsi yoxdur. Fərdi, cütlərlə, qruplarla və siniflə. Yəni, bu yanaşmaların hamısından istifadə etməyiniz məqsədə uyğundur. Sonra, şagirdlər üçün təlim prosesinin, tapşırıqların yerinə yetirilməsini maraqlı və məqsəd yönlü etmək üçün müxtəlif iş vərəqələrindən də istifadə etmək tövsiyə olunur. Bizim növbəti istəmirəm keçən 13 dəqiqəmiz var və Cəmilə müəllim orada nəsə 1-2 sual vermək istəyir. Tam bizim zamanımız olmayacaq. 10 dəqiqədə nə edə biliriksə edək, qalanını mən sizə göndərəcəm, izahlara baxarsınız. Yaxşımı? Onsuz da biz... Onda o idrak taksonomiyası elədir ki, bəzi yerləri mənəfətlər anlıq qaldı. Onun elə ki, testləri bəzi yerləri Gəlin o zaman baxaq. Test üstündən keçək. Hamısını çatdırmayacaq, amma 10-15 dəqiqə nə çatdırsaq o. Neçənci də bir dənə deyim, mən konkret o səhifəyə gəlim də. Neçəsidir? İdrak taksonomiyası, fəaliyyət onun növləri neçəsi olur? Yazmamışım üstünə qabaq. Gəlsən 2-nin 1-4. 2-1-4. Tamam. Səhifəni deyə bilirsiniz. Əlinizin altındadır. Şeydən işlədim bu PDF-dən. Fəaliyyətin növləridir. Onu deyirəm də, fəaliyyətin növləri elə taksonomiyalar. Bəli, fəaliyyət və onun növləridir. Aha. Digər yoldaşlar da sual verə bilər. Yəni, yalnız Cəmilə müəllimə aid deyil. Kimisə sual varsa buyursun. Test deyim, mən 8-dən öncə kimisə sual var. Yəni ki, qeydləriniz var. Sual olan var 8-ə qədər. Var? Yoxdur. Cəmilə müəllim, sual verəndən sonra mikrofonu söndürün, zəhmət olmasın. Demək, müəllim davranış mədəniyyəti mövzusunda şagirdlərə müxtəlif nitq etiketlərinin işlənmə yeri ilə bağlı izah verir. Müəllim davranış mədəniyyəti mövzusunda şagirdlərə müxtəlif nitq etiketlərinin işlənmə yeri ilə bağlı məlumat verir. Bağlı izah verir. Ev tapşırığı olaraq isə hər bir şagird müxtəlif situasiyalar fikirləşərək
nitq etiketlərində düzgün istifadə olunduğu səhnəcik hazırlayıb videoya çəkməlidir. Demək, səhnəcik hazırlamalıdır, videoya çəkməlidir. Şagirdlərdən biri evdə bacısı ilə bir yerdə həkim-xəstə dialoqu hazırlar, səhnəcik qurur. Sonra verilmiş tapşırığa əsasən inteqrasiyanın biliyin növünü və idrak sahəsinin mərhələsini müəyyən edin. İlk öncə baxırıq nəyə? Burada inteqrasiya nədir? Hara oldu inteqrasiya? Bacısı ilə, deyək ki, elə götürək. Uşağın biri bacısı ilə həkim-xəstə dialoqu hazırladı. Fənn üstü olur. Fənn üstü olur. Bəli, bu fənn üstüdür da həyatla əlaqələndirdi, düzdür? Bu fənn üstü, bunu bildik. İndi keçək digərinə. Şagirdlərdə deyir nə olacaq? Verilmiş tapşırıqsa inteqrasiyanı dedik, biliyin növü. Hansı biliyin növü olacaq burada? İzah vermək varsa, onda bu izah verir də, onda konseptual olar da, yoxsa? Bəli, konseptual olacaqdır. Çünki burada həmçinin beyində olan ideyalar, fikirlər arasında da əlaqələr qurmalıdır da bu tapşırığı yerinə yetirmək üçün, düzdür? Çünki müəllim nə vermişdi? Səhnəcik və video. O nə edəcək? Mövcud olan bununla bağlı prosesləri beynində əlaqələndirəcək. Sonra da gətirdi, nə etdi? Hazırladısa, səhnəcik hazırladı, video hazırladı, nə etdi? Vəssalam, tətbiq etdi. Bəli, tətbiq etdi. Aydın oldu? Bəli, aydın oldu. Elə ki, bəzən sual, biraz da yuxulu vaxtıma düşürdü bu testlər işləmiyor. Əslində çox belə asandır bu sual. Biraz diqqətli olsanız, elə indi özünüz izah etdiniz, heç mən demədən. 9-a da baxaq. Baxaq. Müəllim şagirdlərə payızın sonunda meşədə, parkda, ağacların tökülmüş yarpaqlarının, qurumuş budaqlarının yerdə qalın bir təbəqə əmələ gətirdiyini sual verir müəllim deyir, görmüsünüz. Bir müddətdən sonra onlardan əsər əlamət qalmır deyir və bunun səbəbini izah etmələrini istəyir. Deməli, burada İzah varsa, konseptualdır da. İndi gələk nə ilə əlaqələndirdiyinə baxaq birinci, bayaqki kimi. Əlaqələndirmə necədir? İnteqrasiya. Əlaqələndirir, fənn üstü olur. Ay, sağ olun. Fənn üstüdür. Yox, bir dəqiqə. Müəllim şagirdlərə payızın sonunda meşədə, parkda ağacların tökülmüş yarpaqlarının, qurumuş budaqlarının yerdə qalın bir təbəqə əmələ gətirdiyini görmüsünüz. Bir müddətdən sonra onlardan əsər əlamət qalmır. Demək, burada bayaqkına baxanda, bayaqki həyatla əlaqə idi. Çünki nitq etiketləri, belə deyək də, burada nitq etiketi də düzdür. Nitq etiketi əsasən həyatda baş verən proseslərdir. Salam, sağ ol, necəsiz və s. Yəni, konkret fənn yoxdur burada. Ona görə biz bunu daha çox həyatda əlaqələndirdik. Burada isə biologiyadan demək o çürüyüb torpağa qarışanda onun tərkibində nəysə kimyəvi maddələr və s. ilə əlaqələnib çürümə baş verir də, səhv etmirəmsə, düzdür? Siz ixtisas müəllimləri olaraq. Belədir də. Bəli. Burada demək nəyə əsas odaqlanır? Tökülmüş yarpaqların, qurumuş budaqların yerdə qalan təbəqə əmələ gətirdiyini görmüsünüz. Bir müddətdən sonra onlardan əsər əlamət qalmır. Niyə qalmır? Əsər əlamət qalmır. O zaman uşağın cavabı nə olacaq bu suala? Burada fənn daxilində deyilmi? Fənn deyilmi? Eyni fənnin biri məsəl üçün bu yarpaq fənn daxilində. Bu mövzunu siz, indi baxın, siz bu mövzunu izah edərkən hansı fənlə əlaqə qurursunuz? Biologiyadır da, burada biologiya. Biologiyanın hansı fənlə? Çürüməni, axırda məncə kimya ilə əlaqələndirsiniz, düzdür? Torpağın tərkibindəki nələr onun çürüməsinə səbəb olur? Çürümə də biologiyada aiddir, kimyadan aid eləmək olar. Məncə bu mövzuda siz kimya ilə əlaqə qurursunuz, səhv etmirəmsə. Fənlər arası gedir, ana. Əgər yanılmıramsa, kimya ilə əlaqəniz varsa, bu fənlər arası gedəcək. Olar, kimya da olar. Çürümə zadı orada kimya çünki orada o kimyəvi nələrsə olmasa, mən bildiyim qədər orada çürümə baş vermir axı. Belə deyil. Bakteriyalarda da, o şeydə də var, biologiyada da var da, yəni.
çürümeye göre Kimya müəllimi düzdür. Orada fənlər arası hələ orada o kimya toxunan vaxtı hissə var. mən biologiyanı həddindən çox sevmişəm orta məktəbdə, indi də. O vaxt mənim yadıma gəlir ki, hələ o vaxt inteqrasiya falan məsələsi olmayan bir devirdə belə bizim biologiya müəllimimiz vardı. Bax, o belə mövzuları keçəndə vurğulayırdı həmişə. Həm bizə o vaxtdan artıq mənim beynimdə qalmışdı ki, meşə torpaqları niyə zəngindir? Çünki orada heyvanlar ölür, onların sümük qalıqları, quşlar ölür, düşür o torpağa, çürüyür. Yəni onların çürüməsində də kimya nə bilim nələrdən danışırdı o vaxtı bildiyim qədər. Yəni onun çürüməsində. Hə. Amma onu siz daha dəqiq bilirsiniz. Əgər kimya ilə əlaqələndirmirsinizsə, o zaman olacaq fən daxili. Amma dediyim kimi kimya ilə əlaqə varsa burada, bu fənlər arasıdır. Aydındırmı? Sonra indi gələk bunun demək nəyini istəyir bizdən? Biliyin növünü. Biliyin hansı növü var burada? Bilik konseptualdır da. Bəli, çünki əlaqələndirmə və bəli, əlaqələndirmə var, izah var. O izahı da əlaqələndirərək izah verəcəkdir. Ona görə də bilik konseptualdır. İndi gəldik nəyə? Əgər şagird izah edirsə, burada sizcə hansıdır? Hansı mərhələdir? Anlayır da, anlayır ki, izah edir. Anlayır ki, izah edir. Amma artıq onu mənim fənnim olmadığına görə tam bilmirəm, amma bildiyim qədər burada biz o vaxtda kimya ilə bizim müəllim inteqrasiya olmayan vaxtı əlaqələndirmişdi. Təxminən yadımdadır. Fənlər arasıdır. Elədirsə fənlər arasıdır. Yox, dediyiniz kimidirsə, o zaman fən daxilidir. Heç bir əlaqələndirmə etmirsinizsə, o zaman fən daxilidir. Bəlkə də müəllimə, siz burada coğrafiya ilə əlaqələndirişdir. Qalın bir təbəqə əmələ gəldiyi, o yerin qatlarını deyir bəlkə, qalın bir təbəqə əmələ gəldiyini görmüşsünüz. Müəllimə, orada bəs variant nə veribdik, düzgün variant? Fənlər arasıdır məncə. Fənlər arasıdır. Kitabın cavaba baxın özünüz onu, bir tapın görün orada nə verir. Mənim C variantıdır. Qalın bir təbəqə deyirsə, ola bilsin orada təbəqə çürümə məsələsinə görə mən biraz kimyaya yaxınlaşdırdım bunu, amma əsas ixtisas fənni sizinkidir deyə onu artıq siz dəqiq deyə bilərsiniz. Çürümə bakteriyaları şeydə də var, amma qalın bir təbəqə əmələ gəldiyini görmüşsünüz. O təbəqəyə görə ola bilsin ki, o yerin qatlarına görə coğrafiya ilə coğrafiyadan o vaxt deyəsən yerin humus qatı, nə bilim nə təxminən yadımdadır, belə bir şeylər də keçirdik, ola bilər. Amma burada yəni çürümədə rolu olan məsələyə görə mən daha çox kimya, amma bəlkə dediyiniz kimi coğrafiya. Yəni siz bilirsiniz də o fənni, bu mövzunu keçərkən, belə mövzular keçərkən nə ilə əlaqələndirirsiniz, siz onu bilirsiniz. Yəni bu fənnin özündən özünə deyil, mütləq burada əlaqələndirmə görünür. Ən azından mən onu görürəm, belə bir əlaqələndirmə var. Bu mövzu tək burada, yəni çürümənin içərisində, bəli, çürümənin içərisində tək biologiya burada tək deyil, onu tək başına etmir biologiya. Bildim hə. Sonra 14. Demək, şagird müəyyən bir ərazidə torpağın və orada yaşayan canlıların müxtəlifliyinə təbii amillərin təsirini əsaslandırır. Əsaslandırırsa demək demə. Verilmiş, davamına baxaq görə bizdən nə istəyir? Verilmiş tapşırığa əsasən inteqrasiyanın biliyin növünü və idrak sahəsinin mərhələsini müəyyən edir. Demək, təbii amillər var ortada, eləmi? Təbii amillər var. Və burada təbii amillərin təsirini, nəyin? Torpaq, demək, şagird müəyyən bir arzı torpağın və orada yaşayan canlıların, torpaq və canlıların əlaqəsi. Torpağın əlaqəsi, orada yaşayan canlıların əlaqəsi. Biomüxtəliflikdir. Yəni, hər deyək ki, ərazidə eyni deyil axı. Misal üçün, niyə Gəncədə, Bakıda canavar yaşamır? Yəni, coğrafi mövqeyi də burada önəm daşıyır, düzdür? Onda fənlər arasıdır bu. Bir variantıdır, müəllimə cavab. Cavaba siz kitabın arxasından baxıb deyərsiniz, gəlin birinci təhlil edək, sonra müəyyənləşdirək, sonra yoxlayaq cavabımızı. Burada da demək nə var? Torpaq orada yaşayan canlıların müxtəlifliyini, təbii amillərin təsiri. Təbii amillərin təsiri, mən burada düşünürəm, bu birbaşa coğrafiya ilə əlaqəsidir. Məsələn, tutalım ki,
ayı dağlıq yerlərdə niyə yaşayır? Çünki onun qalın kürkü var. Təxmini mən izah edirəm, amma bioloq deyiləm mən. Qalın kürkü var, o mühitə uyğunlaşıbdır. Və yaxud da Şimal Buzlu Okeanda olan ağ ayılar Azərbaycanda yaşaya bilər. Təbii amillər, yəni orada o şəkildə uyğunlaşır. Və yaxud da niyə Afrikada meymun var, Azərbaycanda yoxdur? Niyə orada, hətta indi canlılar oyana dursun, bitkilərə də baxanda, niyə elə götürək özümüzdən? Astrada, Lənkəranda apelsin, mandalin, limon yaxşı bitir, amma niyə Azərbaycanda, Bakı şəhərində o yaxşı bitmir? Düzdürmü? Burada demək iqlim şəraitidir, digər məsələlərdir, təbii amillərdir, deyək ki, onu nəzərdə tutur. Yəni bunların bir-birinə qarşılıqlı əlaqəsi var. Əlaqə varsa, o zaman demək, əlaqələndirmiş olursunuzsa dərsi bu şəkildə, nə var burada? Konseptual dedik. Yox, hələ inteqrasiyanı deyirəm. Onda əlaqə varsa fənlər arası olur. Bəli, fənlər arası. Burada həm biologiya var, həm də geografiya. Bəli, həmçinin dediyiniz kimi konseptualdır. Niyə konseptualdır? Çünki fikrini əsaslandırır, yəni onlar arasında əlaqələr qurmağa çalışır. Bayaq dediyim kimi, niyə o rayonda bu var, bu rayonda o var və s. Əlaqələr qurur. Və bu əlaqələri qurmaq üçün nə etdi? Yəni, hardan bu fikrə gəldi? Neynədir? Getdi Lənkəranın iqlimini nə etdi? Təhlil etdi, düzdür. Sonra gəldi Bakının iqlimini təhlil etdi. Baxdı ki, orada demək, gələn o hava axını, iqlim və s. oradan hansısa ölkə ilə sərhəddir, deyək ki, və oradan keçən filan iqlimlər ona təsir edir. Orada nəsə belə bir, coğrafiyada belə bir şeylər var. Və artıq orada bir neçə dənə iqlim, belə deyək də, mövcud olduğuna görə, yəni o şəkildə də digər meyvələr yetişə bilir. Aydındırmı? Yəni bunu nə əsasında, uşaq bunu nə əsasında müəyyənləşdirə bilər? Burada anlamaq yoxdur, çünki konkret olaraq araşdırma var. Təhlil edirlər. Tətbiq də yoxdur burada, çünki heç nə yaratmadı, heç nəyi etmədi. Təhlil. Düzdür. Burada vəziyyəti dəyərləndirmədi də. Bəli, təhlillər əsasında bunu ərsəyə gətirdiyinə görə burada təhlil var. Aydındır. Yəni, Biraz təhlillə elə bir ki, dəyərləndirmə, hansısa bir-birinə oxşar tərəfləri var. Yox, baxın. Deyir ki, biri var, deyir ki, bax, burada siz yəqin əsaslandırır, fikrini əsaslandırmaq üçün dəlillər, sübutlar gətirir. Yəqin buna görə deyir, əsaslandırma sizi çaşdırır. Baxın, nə deyir? Deyir, canlıların müxtəlifliyinə təbii amillərin təsirini əsaslandırır. Burada o dediyiniz faktlar, yəni fikrini sübuta yetirmək üçün faktlar, dəlillər təqdim etmir. Mövcud burada olan vəziyyəti təhlil edir. Hə, anladım mən. O elə bir ki, məsəl üçün deyir ki, öz fikrini nəsə də o məsələ ilə bağlı öz münasibət bildirsəydi, münasibət bildirsəydi, hə. Burada münasibət bildirmək yoxdur və o münasibət bildirmədə dəlillər, faktlar, sübutlar etmir. Yəni fikrini onun üçün əsaslandırmır, dəyərləndirmək üçün əsaslandırmır. Burada sadəcə birinin digərinə təsirini əsaslandırır. Aydındırmı? Ona görə əsaslandırma sizi çaşdırmasın burada. Mən bəs təhlil edəndə qərara gəlmirik ki, bu amma dəyərlidir. Necə? Təhlil edəndə sonda qərara gəlirik də, yəni təhlil edirik. Amma qərara gəlmək dəyərləndirmək içindədir. Yox, qərara gəlmək, baxın, burada konkret olaraq hara qədər gəldi, dayandı. Təsirini əsaslandırır. Deyir ki, canlıların müxtəlifliyinə təbii amillərin təsirini əsaslandırır. Yəni, bura qədər gəlmək üçün bu təhlil olunmalıdır, bu proses. Niyə orada o canlı yaşayır, niyə burada bu canlı yaşayır? Niyə orada o meyvə bitir, burada bu meyvə bitir? Burada parçalayır, hissələrə ayırır. Misal üçün, Astara, Lənkəran, tutalım, Cəllabad bu ərazilərdə limon, mandalin yaxşı bitir, ayırdı. Bakıda filan yerdə
Şamaxıda üzüm yaxşı bitir, üzümçülük. Ayırdı. Filan heyvan orada yaşayır, filan bitki burada bitir. Parçaladı, hissələrə ayırdı, təhlillər apardı və nəticəyə gəldi. Burada heç bir prosesi dəyərləndirmir. Proses dəyərləndirməsi yoxdur burada. Öz fikrini əsaslandırmaq üçün dəlil sübut yoxdur burada. Burada mövcud təbii amillərin təsiri haqqında, yəni araşdırma aparıb təhlillərin də nəticələrini təqdim edir. Gəldiyi nəticəni təqdim edir. Aydındırmı? Dəyərləndirmə yoxdur burada. Dəyərləndirmədə ya kiminsə fikrinə münasibət bildirəcək, ya nəyəsə münasibət bildirəcək, dəyərləndirmə tərzində münasibət bildirəcək. Təhlil nəticəsini ortaya qoymağı demirəm. Və yaxud da argumentlər, faktlar təqdim edərəkdən nə isə sübuta yetirməyə çalışacaq. Yəni burada dəyərləndirmə dedikdə bu artıq məntiqi tərəfdən çıxır. Bu cür tapşırıqlar məntiq tələb edir də, düzdür. Ümumiyyətlə dəyərləndirmədə də, sintezdə də hər birisinin kökündə məntiq var. Məntiq olmasa uşaq düzgün yaradıcılıq da edə bilməz, nə isə yarada da bilməz və yaxud da nə isə düzgün dəyərləndirə bilməz. Bunun hər birisi gəlib məntiqdən keçir. Amma bu tapşırıq birbaşa məntiqi təfəkkürlə bağlıdır. Demək, anlama, tətbiq, təhlil. Və biz bu üçünün arasından seçməliyik ki, bu da təhlilə daha yaxındır. Çünki tətbiq yoxdur, anlamanı da çox yuxarıya keçib artıq, anlama mərhələsindən daha ötədir buradakı fikir. O ki, qaldı dəyərləndirməyə, dəyərləndirmə daha çox bilirsiniz nəyə? Biraz da o mənəvi məsələlərə dayanır, hisslərə dayanır sanki. Aydındırmı? Hisslərə, emosiyalara daha çox yönəli olur, məntiqə deyil. Çünki biz nə demişdik? Təfəkkürün üç növü var. Məntiqi, tənqidi, yaradıcı. Tənqidi yanaşmada, tənqidi təfəkkürdə daha çox hisslər, emosiyalar biraz o yönə doğru gedir və konkret dəyərləndirmələr olur orada. Dəlillər, faktlar, sübutlar, argumentlər. Burada isə təhlil və təhlil nəticəsində gəlinən, yəni təhlil nəticəsini elə bir ortaya qoymadır. Bugünlük bu qədər. Müəllimlər. Cütlərlə iş oldu da ən axırıncı mövzumuz. Da yəni ki, iş formaları. Bəli, iş formasını yekunlaşdırdıq. 2, neçə idi bu? Ən sonuncu dərs 2-1-10'dur. İş formaları bitdi. Növbəti dərsdə ikinci gün 2-1-11'i keçəcək. Təlim strategiyalar, texnika və üsullar. Hardasa yəqin bu 2 dərs gedəcək. İndi arada izah etdiklərim budur və bir də qiymətləndirmədir ən uzun dərs. Arada hansılarınız izahını vermişəm. 3-2-1'dir, sonra qızıl dairədir, sonra 4H1KN'dir. Bu üsulların bir çoxunun izahını vermişəm. Onların üzərindən keçərik, əsas məqamlarda deyəcəm. Belə, şükür yaxşı gedirik, yəni proqramımızı demək olar ki, artıq gəldik, çatdıq. Bir dənə bu iş üsullarını da bitirsək, bircə dənə, orada bir dənədir, bir yarım dərs, yəni bunun yarı-yarı nəzərə alsaq, yarım dərs kimi geriləməmiz var. Onu da çatdırsaq, yenə də deyirəm, əsas məqsədim odur ki, kitabın məzmunu tez çatdırım mən sizə, sonra keçək testlərə. Çünki testlər bizim təkrarımızdır. Biz testlərin üzərində izah etdikcə qayıdıb qeyd tapmadığımca kitabda baxacaq. O da bizə nə edir? Yəni təkrarı belə deyək də sağlayır. Bu qədər müəllimlər. Kimsə sualı varsa buyursun. Yoxdursa o zaman hələlik görüşənə qədər Allah əmanət olun. Sağ olun. Sağ olun. Sağ olun.